Salam uşaqlar, başlayaq. Samun. Ekran yəqin ki görsənir, düzdür? Bəli. Hayır müəllim. Deməli, bugünkü dərsimiz time kompleksdə olacaq. Zaman limiti. Məsəl üçün, kodlar atanda bəzən verə bilər, sizə error olaraq wrong answer verə bilər. Ya da ki, memory limit verə bilər. Ya da ki, verə bilər, runtime error verə bilər. Ya da verə bilər time limit. Ən çox bu ikisindən birini verir. Ya wrong answer verir, ən çox bunu verir. Sonradakı time limit verir. Wrong answer sadəcə cavab yanlış çıxanda olur. Cavab yanlışdır. Time limit isə yazdığın kod gec işləyir. Kodun düzdür, cavabı düz verir. Məsələdə deyir ki, sənin kodun işləsin ümumi olaraq 1 saniyədə. Sən kod yazmışsan, cavabı 1 saniyə içərisində vermirsə, deməli sənin kodun keçəcək time limit. İndi bu time limit problemlərini aradan qaldırmaq üçün bugün nə öyrənəcəyik? Deməli, bizdə zaman limitləri var. Onlar haqqında danışacağıq. Deməli, belə deyək. Digər fənlərdə olduğu kimi hər bir dəyişənin öz adı var da. Bizdə də zamana indi biz o olaraq deyəcəyik. O burada elə bil ki, zamanın adı olaraq. Buna deyirlər big O notation deyirlər. Yəni böyük O dəyəri, böyük O dəyəri. Dəyişən adı olaraq O deyirik biz buna. Məsəl üçün O n nə deməkdir? O n-ə bir dənə nümunə göstərək. For atırsan 1-dən n-ə qədər. Nə qədər əməliyyat eləyirik burada? 1-dən n-ə qədər ədədləri gəzirəmsə, nə qədər əməliyyat eləyərəm? N-dən əməliyyat eləyərəm, düzdür? Ya da ki, içində də bir dənə for atırsan. Bunda nə qədər əməliyyat eləyirik? N dənə yoxsa nə qədər? N-in içində n. N vur n dənə, düzdür? N vur n. Yəni, bu O-nun içərisindəki mötərizədə biz nəyi yazacağıq? Proqramın elədiyi təxmini əməliyyat sayı. N dənə bax, 1-dən n-ə qədər ədədləri gəzirəm, sonra içində də 1-dən n-ə qədər ədədləri gəzirəm. Yerinə ədəd qoya bilərik. Məsəl üçün, bura n-i yerinə 10 qoysam. For, burada yazsam tutaq ki, int answer bərabərdir 0, answer plus plus. 1 vahid artır. Answerın qiyməti nə qədər olar sizcə? Kim deyə bilər? 10 dəfə, hər dəfədə 10 dəfə gəz, answerni 1 vahid artır. İndi nə qədər olar? 10 olar yoxsa 100 olar? 100. 100 olar. Ay sağ ol. Yəni bu nə deməkdir? N-i yerinə nə qoysaq, cavab n kvadratı qədər əməliyyat eləyəcək bizdə. Proqram n kvadratı qədər əməliyyat eləyəcək. İndi başlayaq ən kiçikdən ən böyüyə doğru. Deməli, birinci var O1 deyirlər. Yenə də deyirəm, bu O dəyişəni siz çaşdırmazsan, sadəcə dəyişən adı olaraq deyir. Yəni, bir əməliyyat. Bir nə deməkdir? Toplama, vurma, çıxma, bölmə. Bu kimi əməliyyatlar çox sadə əməliyyatlar. Ya da qalıq. Neyinir? Bir əməliyyat sərf eləyir. Məsəl üçün, kod yazmışsan. Bunun zaman limiti nə olar? A-nın B-nin C-nin qiymətinin asılı olmayaraq kodu anında cavabını verəcək də, düzdür? Zaman limitinə girməyəcək. Tez cavabını tapacaq. Çünki toplama, çıxma, vurma, bölmə və qalıq kimi işarələr proqramda çox tez yerinə yetirilir. Bir əməliyyat olaraq sayılır bu. Yəni, heç bir əməliyyat getmir. Məsəl üçün, gəl bir dənə məsələ işləyək. Bir dənə yarış əlavə eləmişəm, amma hal-hazırda o qrupumuzda görsənmir. Bu qrupda mən menecer deyiləm hələlik. Əlavə eləyəndə sizə göstərərəm. Bunun linkini belə paylaşım, siz bunun linkini görəcəksiniz. Codeforce-dan da hal-hazırda bu. Linkə basın o yoruma atdığım. Gəl bu məsələni işləyək, baxa gör nə deyir. Hər bir zaman limitinə uyğun bir dənə məsələ işləyək. Açıldı link, düzdür? Qrupda deyil bu yarış. Çünki qrupu əlavə eləmək üçün ora menecerlik lazım idi. Birazdan əlavə eləyəcəm. Gələndə. Bax, deyir ki, girişi oxuyaq. Deyir, hər sətirdə 7 dənə sətir var səndə. 7 dənə test case deyirlər buna. Codeforce məsələləri test case olur. Test case'lər o deməkdir ki, məsələn, hər sətirdə 3 dənə ədəd var. Bu 3 dənə ədədə uyğun bir dənə ədəd istəyir səndən. Nə deyir? Deyir ki, səndə var
x, y və n ədədləri. X, y və n ədədləri. Deyir, elə bir ədəd tap ki, n-in elə bir ədəd tap ki, x-a qalığı y-dir. Ən böyük ədəd tap. Hə. Məsəl üçün deyir, bax, 15-ə qədər elə bir ədəd tap ki, ona qalığı 5 olsun. Ona qalığı 5 olan ən böyük ədəd hansıdır? 15-dən kiçik bərabər olan. 15-in elə özü. 12345-dən kiçik bərabər olan 7-yə qalığı 5 olan ən böyük ədədi tap. 7-yə qalığı 5 olan ən böyük ədədi tap ki, bu ədəddən kiçik bərabərdir. Şərti başa düşdüyü nə dediyini. Məsəl üçün, 54321-dən kiçik bərabər ən böyük ədədi tap ki, 17-yə qalığı 8-dir. Yaxşı, bir dənə bu sualı soruşaq. Bax, 187-yə yaxın olan, 187-yə yaxın olan, yəni bundan kiçik bərabər olan. Ən böyük ədəd deyin görək, ona qalığı 5 olan. Ona qalığı 5 olsun, 187-yə yaxın olsun. Hansı ədəd olar o? 185. 185, hə. 185. Aha. Bu ədəddən kiçik bərabər olan, bu ədəddən kiçik bərabər olan, x-a qalığı y olan. Şərt budur. Bu ədəddən kiçik bərabər olan, x-a qalığı y olan. Ədəd tap deyir. Gəl limitlərə baxaq. X-in qiymətini yazıb 13.9. Bunun da qiymətini yazıb 13.9. Bir dənə məlumat deyin. Bunu qulağınızda elə bir ki, sırğa eləyin. Bu mütləq vacib deyil. Longlong tipində yazacağıq. Nə tipində? Longlong tipində. O da olar, int də olardı əslində. Mən longlong yazıram hər dəfə. Define int longlong. Bunu istifadə edirəm. Həmişə longlong edirəm bütün kodlarıma. Bir şey deyirdim. Bax, 1 saniyədəki, sizcə 1 saniyədə proqram nə qədər əməliyyat eləyər? Kim deyə bilər? 100, 1000, nə qədər eləyər? Təxmin eləyin görək. 1 saniyədə nə qədər əməliyyat eləyə bilər? C++. 10.000. 10.000-dən çoxdur. Nə qədər olar? 1 milyondan da çoxdur. Neçə? Mən 1 saniyədə 100.000 əməliyyat etmirdi. 100 min yox, 100 milyon. 10 üstü 8-dir o. Bax, bu mütləq yadda qalsın. 1 saniyədə 10 üstü 8 əməliyyat eləyir. Əgər mən for at, bax, bunu bir dənə başını bıraq. Əgər mən for atsam, səsim gəlir yəqin ki, rekorddadır. Hə. Əgər mən for atsam 10 üstü 9-a qədər 1 saniyədə zaman limiti olacaq, yoxsa düzgün işləyər, tez işləyər, yoxsa gec işləyər 10 üstü 9-a qədər for atsam. 1 saniyədə nə qədər əməliyyat var idi? 10 üstü 8. 10 üstü 8 mən. Hə, onda 10 üstü 9-a qədər for atsam, gec işləyəcək, yoxsa tez işləyəcək? Gec işləyəcək. Gec işləyəcək. Aha, gec olacaq da. Yəni zaman limiti olur. Gec dediyimiz zaman limiti. Bütün məsələlər zaman limiti onsuz da ya 1 saniyə olur. Min ms nə deməkdir? Ms elə 2 millisekund demək istəyir də. Ya 1 saniyə, ya 2 saniyə, ən uzağı 4-5 saniyə olur. Hamısında da eyni qaydanı düşünürük. 1 saniyədə nə qədər var? 10 üstü 8. Bu ən böyük limiti olaraq belə düşünəcəyik bundan sonra. Ən böyük limit olaraq 10 üstü 8 düşünəcəyik. İndi baxaq. Harda idi? Buradaydı. Şərti anlamışdıq məsələn. Deməli mən elə bil ki, tutaq ki, belə baxsaydım, 187-dən əvvəlki 10 ədədə baxsaydım. Bunlardan biri mütləq 5-ə, elə bil ki, 10-a qalığı 5 olacaq da. Elə bil ki, ardıcıl gələn 10 ədəddən birinin 10-a qalığı 5-dir də. Çünki qalıqları fərqlənir axı. Amma mən hamısı üçün x-a baxa bilmərəm də. Çünki zaman limiti olar. X-in qiyməti böyükdür axı. Mən x dənə ədədə baxsam, zaman limiti olar. Gələk mən bunu düstur olaraq yazım. Bax, düstur məsələləri var. Bir dənə düstur tapırsan, cout yazırsan, cavabı yazıb. O olur O1. Deməli, biz burada nəyi tapmalıyıq? Bir dənə düstur tapmalıyıq sadəcə. Ya da ki, if-else. If-else məsələlərdə. 2 dənə haldan birinə girsin. Belə deyək, məsəl üçün. 15-in 10-a qalığı nədir? 5-dir. Əgər 15-in 10-a qalığı, ya da ki, belə deyək, 187-nin 10-a qalığı 7-dir də, onda 7-dən 2 çıxsan, qalığı 5 olsa, elə bunu tapmaq olar. 2 dənə nümunə yazaq, gəl. Dediyimiz üstündən. Biri olsun, bax, 187-ni tapacam 10-a qalığını. 10-a qalığı eləyir 7. Onda, bax, 7 5-dən böyüdür deyə, mən deyirəm ki, 187-dən 2 çıxsan, cavabı alacam. Çünki bunun 10-a qalığı 7 idi deyə, bundan 2 çıxanda 10-a qalığı 5 olan ədəd olacaq. Yaxşı, bəs məndə belə desə, burada cavab nə olar sizcə? 182-dən kiçik bərabər olan 10-a qalığı 5 olan ədədi tap deyir. 185 olar, yoxsa 175 olar. Ay, sağ ol. Burada necə tapacağıq? 182-nin 10-a qalığı nə idi? 2.
Amma məndə deyir ki 5 olanı tap. Onda nə edərəm? Burada 2 deyir, məndə deyir 5 olanı tap. Bax, 2-ni belə düşünəcəm də, elə bil ki, 2-ni 2 olaraq yox, 12 olaraq düşünürəm. Üzərinə gəlim ki, bu 5-dən böyük olsun da. 12-dən 5-i çıxanda da nə olur? 7. Yəni 182-dən də 7-ni çıxanda nə olur? Cavabın özü 75. 2 dənə hal var. Bax, deməli giriş necə idi? X, Y və N. Birinci hal odur ki, əgər n-in x-ə qalığı y-dən böyük bərabərdirsə, hansı hal idi o? Məsələn, bu idi. 187 yazanda 10-a qalığı 7 oldu. Mən də 10-a qalığı 5 olanı tapmaq istəyirəm. Onda nə edərəm? Onda belə eləyərəm. Siyahut n-dən çıxaram nəyi? 187-dən çıxaram. N-in x-ə qalığını çıx y. Nə demək istədim? Bax, 187-dən çıxdım. 187-nin 10-a qalığını neçə idi? 7 idi də bu. Çıx 5. Yəni 187-dən çıxdım 2-ni. Neçə aldım? 185. Bu bir haldır. Bu bir hal niyə deyirəm? Çünki 187-nin 10-a qalığı 7 idi, 5-dən böyük idi. Amma 5-dən kiçik olanda başqa hala gedirik də. 5-dən kiçik olanda nə edirik? Artıq ədəddən çıxıram. Deməli, nə edirik? Hansı nümunə idi? Bax, bu nümunə idi. 10, 5, 182. Deməli, 182-nin 10-a qalığı 2 idi. Bu da 5-dən böyükdür. El salına girir də. 5-dən böyük deyil, 5-dən kiçik idi. El salına girir. Böyük olsaydı if-ə girərdi, böyük bərabər olsaydı. Kiçik idi deyə el salına daxil oldu. Burada cavabı necə tapacağıq? Deməli, belə deyəcəm. X-in üzərinə gəlsin n faiz x. Sonra çıxsın y. Yəni, elə bir ki, 182-dən çıxıram. Mənim ersədə belə bir şey ola bilərdi ki, burada 182 ona qalığı 2-dir. Orada qalıqla bizə Fərqini çıxın, modul fərqi. Elə. Cəmlənməklə çıxmaq olmaz bizə ədəd. Olur, olur. Belə desən, elə bir ki, x çıxsın modulda n çıx x, çıx y belə. Məsələn, 5 ilə 2-nin modul fərqi 3-dür. 3. Ondan çıxıram 3-ü 7. Cavabdan da 7-ni çıxıram, elə? Evet. Yox, burada bizə əslində ona qalığı 5 olmalı deyil. Amma 182 ona qalığı 2-dir. Burada 182 ona qalığı 2 üzərinə əsldəki qalığı cəmləyib 182-dən çıxsaq da alınır axı 175. 182-nin üzərinə nə gəldim bir də deyil? 102-nin üzərinə buradakı bizə əsildə alınma qalığı gəlib 182-dən çıxmaq olmaz. Nəyə gəldin əsl qalıq deyəndə? 2-ni yoxsa 5-i bir dənə? Ona qalıq 5 olmalı deyildi, onu. Aha. Hə, desən ki, üzərinə elə bir ki, 3 gəlim, sonra çıxım onu. Bəli. Hə, elə eyni məntiqdir, üzərinə 3 gəlim, çıxım onu. Mən də onu deyirəm, deyim ki, ondan çıxdım, bunların modul fərqi həmin məntiqə gəlir elə. Çıx 10. Elə olur da, bax, çıx 10, üzərinə gəl qalıq. Bunu deyirsən də, hə? 5 ilə 2 fərqi nədir? 3. Üzərinə gəlirəm onu da çıxıram. Elə. Həmin qaydadır. Odur. 2 haldan biri də, əgər qalıq y-dən böyük bərabərdirsə, deməli, buna daha yaxındır. Yoxsa ki, buna uzaqdırsa, buna əvvəlki ədəd. 182-dən 185 yox, bundan əvvəlki 175-ni necə tapıram? 182-dən 10 çıxıram, 172 eləyirəm. 10 çıxdım, 172 elədim. Üzərinə gəldim nə? 2 ilə 5-in fərqi nə idi? 3. Üzərinə də 3 gəldim. Başa düşdün? Eyni üsula gəldi elə. Elə ki, çıx 10, üzərinə fərqi gəl. Sən deyən kimi elədim. Sən üzərinə fərqi gəlib 10 çıxmışdın. Eyni qaydadır da. Toplamdan çıxılmanın yeni dəyişəndə eyni ardıcıllıq olur onsuz da. Bunu yazsaq, if else-dir. Bu zaman limiti çıxar, yoxsa 1 saniyədə işləyər? Zaman limiti var burada heç? Yox. Bax, nə dedik? Deməli, düstur varsa, if else-dirsə, zaman limitinə ehtiyac yoxdur da. Test case ilə yazaq, gəl. Test case belə yazılır da. Kodu yoxlayaq. Bax, ümumiyyətlə, zaman limitinə təsir eləyən for-la while-lar, dövrlər olur. Burada zaman limiti sadəcə bax bu olur. Test case sayı qədər. Hər test case-də o bir əməliyyat edirəm. Zaman limiti də test case sayı qədərdir. Və while-ın altında biz burada int x, y, n yazmamışıq axı.
Yoxlayaq gözlə. Düzdür deyəsən, hə. Kodu atıram. Vicajda Codeforce-dan problem atan submit eləyəndə problem olur deyə dedi belə qoy özündən atın. Codeforce-un özündən. Codeforce-un özündən atmaq üçün bura submit-ə basanda arxivdən linki deyir. Submit-ə arxivə basanda linki deyir ki, get məsələnin özünün budur. Həmin məsələnin özünü at. Gedək görək. Düzmü dedik if else-dən. Bir dəqiqə. Yəqin ki düz olar. Hə, keçdi də. Accepted. Kodu belə paylaşıram. Link yox elə. Kodu belə paylaşım. Qoyuram. Vicajda atanda problem olur deyə getdim Codeforce-da atdım. Sonra gəlib burada da hesabı təsdiqləmək var. Onu da eləmədim. Bax, ümumiyyətlə zaman limiti necə hesablayırıq? Burada baxırıq koda. Kodda for var, while var, bir dənə bu while var. While-in içində başqa bir for while yoxdur. Burası bax kodun bu hissəsi. Olur O1. While-in içində O1 əməliyyat edirəm. O1. Ümumi kodun zaman limiti nə olar? O test case sayı. Elə test case sayı nə qədərdirsə, o qədər də zaman limiti olacaq. Test case sayı nə qədərdir? Nə qədərdir? Ya 1000 olur, ya 100 min olur. Elə bir şeylər olur. 50.000. Test case sayı qədər əməliyyat edirəm. 50.000. 1 saniyədə 13.8 əməliyyat var. Deməli nə oldu? 1 saniyədə düzgün işlədi, keçdi, tez işlədi, düzdür? Bax, burası O1-dir. Niyə O1-dir? Çünki burada nə əməliyyatlar var? Çıxma, toplama, modul, qalıq, vurma da olsa, yəni də O1 işləyəcəkdir. Bu kimi əməliyyatlar, giriş, çıxış, çıxma, toplama, vurma, bölmə, bunlar O1 işləyir. Amma ümumi kodun zaman limiti olur OT deyək də, indi biz bura. OT yəni test case sayı qədər. Yenə deyirəm, bu O sizi çaşdırmasın O dediyim şey. Elə bir ki, dəyişən adı olaraq deyirik sadəcə biz buna. Zaman limiti T-dir də, T qədər. Test case sayı nə qədərdirsə, o qədər əməliyyat edirəm. Düzdür? Aydın idi bu məsələ, asan idi yəqin ki. 2 dənə hallardan birini yazdıq. O1 belə. Anladıq məsələnin həllini. Burada əl qaldırma düyməsi var. Ona görə deyirəm. Tapa bilsəz, basın o əl qaldırma düyməsinə. Burada əl qaldırma düyməsi var. Anladınız məsələnin həllini? Anlayan buna bassın. Tamam. Keçən də digər. Davam edək. Əla, hamı bir dənə çak vuraq, qalxan əllərə. Keçdik. Bax, keçək o birisi zaman limitinə. Deməli. O birisi də gedir. Bax, birinci O1 idi. Dedik, riyazi işarələri idi. O birisi gedir log-n. Log-n nə deməkdir? Loqaritma bilirik nədir? Kim bilir loqaritma nədir? Yaşınız bəlkə çatmır. Siz keçməyə bilərsiniz, düzdür. Ha, biz log deyəndə, bax, deyim nə demək lazımdır? Müəllimim. Hə, nə deməkdir səncə? De görək. Müəllim, elə bir ki, məsələn, 2 də ədəd tutar, məsələn, 2 nə 8, məsələn, 2-nin 8 loqaritmasını tapırıq, cavab 3. Yəni 2 üstü 3. Qüvvətini də, yəni 2 üstü 3, 8. Yəni qüvvətini tapır. Hə, indi biz log deyəndə həmişə bunu nəzərdə tutacağıq. Log-n o deməkdir ki, bax, bunu unutmayın, log-n o deməkdir ki, n-i neçə dəfə 2-yə bölsəm, n neçə, elə bir ki, belə deyim, n 2 üstü neçədir? N 2 üstü neçədir? Log-n bu deməkdir. Yaxşı, bir dənə sual verirəm. Log 32. Nədir log 32? 2 üstü neçədir? 32. 5. 2 üstü 5. Ay sağ ol. Ya da ki, log 64. 6. Ya da ki, log 1024. 10 üstü 10. Ay sağ ol. İndi mən log 1024 deyəndə, log 1000 deyəndə də yenə də bunu 2 üstü 10 olaraq düşünürük. Elə ki, yuxarı yuvarlaqlaşdırırıq da. Bu 9-dan 10 arasındadır. Yuxarıya daha yaxındır həm də. Yuxarı yuvarlaqlaşdıranda 10 olur.
Yaxşı, onda log 1 milyon nə olar? 1 milyon 10 üstü 6'dır da. 1 milyon. 3 dənə, elə bir ki 6 dənə 0. Təxmin eləyin ki, bax 3 dənə 0 10-dursa, 1000 10-dursa, 1 milyon nə qədər olar? 100. 10, Yox, 100 yox. Bax, 10 üstü 5, 6 mesela. bir dənə deyin, tam işləmədim. Düzgün cavab elə eşitməmişəm deyəsən. Bax, 1 milyon 2 üstü neçədir? 1 milyon 2 üstü neçə olar? Yəni bu ədədi 2-yə neçə dəfə bölsən 1 alınar? 2 üstü, bax, 1000 vur 1000, 1 milyondur, düzdür? 1000 vur 1000, 10 üstü 6 da. İndi bax, 1000 nədir? 2 üstü 10 deyək də gəl buna. Vur 2 üstü 10. 2 üstü 10'ları bir-birinə vuranda 2 üstü neçə eləyir? Deyə bilərsiniz. 220. 220. Deməli 1 milyon neçədir? Loqu 20-dir. 1 milyon loqaritması 20-dir. Loq deyəndə biz kodda həmişə hansı əsasdan nəzərdə tutacağıq? Hansı ədəd üzərindən? 2 üzərindən. İndi riyaziyyatda bəlkə ola bilər 10 üzərindən, amma burada dəqiq 2 üzərindən nəzərdə tutulur da. Həmişə 2 üzərindən, çünki ümumiyyətlə kompüterin yazılışında 2 ədədindən çoxlu istifadə olunur, binary elə temalardan, ona görə. 2 üzərindən nəzərdə tutacağıq. Deməli, login nə deməkdir? 2 üstü neçədir deməkdir. Yaxşı, bir dənə də sual verək. 10 üstü 6 dedik, bax. Log 10 üstü 3. Dedik, neçə idi? 10. Log 10 üstü 6, yəni 1 milyon. Neçə idi dedik? 20. 20. Log 10 üstü 9 neçə olar? 30. 30. Qəşəng. Bax, bilirik də integer hansı ədədləri nəzərdə tutur? Mənfi 2 vur 10 üstü 9-dan, mənfi 2 vur 10 üstü 9-dan, müsbət 2 vur 10 üstü 9-a qədər də. Bu ədədlər, bir dənə baxın, görün nə demək istəyirəm. Neçə bitdi int? Int neçə bitdi? 32 bitdi int. 32 bit. Bax, indi buradan başa düşəcəksiniz int niyə 32 bitdi. 32 bit. Bax, 2 vur 30 dənə buradadır. 2 vur 30 dənə buradadır. 30 dənəsi buradadır. 32-də 2 vur 2 dənə qalır. 2 üstü 2. 2 üstü 2 neçə eləyir? 4. İkisi buradadır, ikisi də buradadır. Toplamda nə qədər ədəd var deyə bilərsiniz. Mənfi 2 vur 10 üstü 9-dan 2 vur 10 üstü 9-a qədər nə qədər ədəd olar? 4 vur 10 üstü 9 qədər. Düzdür? 4 vur 10 üstü 9. 2 üstü neçədir? Hə? Bu 2 üstü 30-dursa, 4 2 üstü neçədir? 2 üstü 60. Yo, vurmursan. Bax, toplayırsan. Qüvvətləri vuranda toplayırsan elə bil ki. 2-dir bu, bu da ki 30-dur. 2 30. 232. Hə, 232. O nə səs idi? Hə, 232. İndi bildin niyə int 32 bit deyirlər intə? 32 bitlə bu qədər ədədi int kodlaşdıra bilir də, yadda saxlaya bilir. Ona görə 32 bit deyirlər də. Yaxşı, davam eləyək. 10 üstü 12 nə qədər olar? 40. 10 üstü 18-ə qədər davam eləyək. 10 üstü 15 nə qədər olar? 50. Bəs 10 üstü 18 nə qədər olar? Loqaritması. 60. 60. Bəs long neçə bit idi? 64 bit idi. Bax, long belə deyim, mənfi 9 vur 10 üstü 8-dən, 10 üstü 18-dən. 9 vurulsun 10 üstü 18-ə qədər. Bunlar longa aiddir. Mənfi 9 vur 10 üstü 18-dən 9 vurulsun 10 üstü 18-ə qədər. Siz yəqin belə bilirdiniz. 10 üstü 18-dən 10 üstü 18-ə qədər. Burada indi 9-u da var əslində. Bax, 64-dür də, 64. Toplamda nə qədər ədəd var burada? 18 deyə bilərik də. 18 vur 10 üstü 18 dənə. Bu da ki eləyir 2 üstü 64. 2 üstü 64 necə deyirəm, bax. 10 üstü 18 2 üstü 60-dır, düzdür? 18-də elə bir ki 16 nədir? 16 2 üstü 4-dür. 2 üstü 64-ü bir dənə hesablayaq, bax. 2 üstü 64. Bir dənə verək. Nə deyir burada? 1.8 10 üstü, bax. Klaviaturada belə bir şey görmüsünüz yəqin ki. Bunu oxuya bilərsiniz nə demək istədiyini. 1.8 y plus 19. Yox, oxuya bilmirəm. Məndə arada 19 rəqəm daha da var. Ay sol, hə. Bax, kalkulatorda daha doğrusu, hə. Kalkulatorda belə bir şey görəndə, e yazısı görəndə, plus ya da minus görəndə bunu belə anlayın da. Bu ədədi vurur. 10 üstü 19-a. Yəni bil ki, bu ədəd 10 üstü 19-dur. Bu 10 üstü 19-cu mərtəbədir. Bu 10 üstü 18-ci mərtəbədir. Bu 10 üstü 17-ci mərtəbədir. Yəni bu ədədi vurur 10 üstü 19-a. Burada e plus nə hansı ədəd yazsa, həmin ədədə vurur da, elə bil ki. Həmin ədəd daha doğrusu 10 üstü həmin ədədə vurur da, 10 üstü 19-a vurur.
Hə, indi cədid loqaritma nə idi? Bir sözlə loqaritma nə oldu? 2 üstü qüvvət. Məsəl üçün, bir dənə kod yazaq loqaritma yoxun. Qoy bunlar qalsın. Bax, sənə verib deyir ki, bu ədədi 2-yə bölə belə get. Ədədi 2-yə bölə belə get, neçə dəfə 2-yə böldün. While in 1 olana qədər, birdən fərqli olana qədər neyini 2-yə böl. Count'u artır. Cavabı tap. Deyib ki, answer plus plus. Bunun zaman limiti nə olar? Deyə bilərsiniz. Elə incə keçdik. Nə deyirlər buna? Zaman limiti. O, nə deyirlər? O login. Bax, buna login deyirlər. O login də elə bir şey. Login deyirlər. Elə bir şey. Onu unutsaq. Login. Niyə login dedik sizcə? Nəyə görə login dedik? Çünki həmişə neyin dedik? Ədədi 2-yə bölə belə gedirəm. Login olur. Yaxşı, bəs 3-ə bölə belə getsəm. Buna da login deyirlər əslində. Çünki bu 2-yə yaxın bir ədəddir deyə. Məsəl üçün, inin yerində 1 milyon olsa, validə nə qədər girər? İnin yerində 1 milyon olsa, validə nə qədər daxil olardı? Neçə dəfə daxil olardı? Neçə demişdik bir yax? 2 üstü neçə idi 1 milyon? Elə o qədər daxil olacaqdı da. 220. Hə, yəni inin yerində 1 milyon olsaydı, validə nə qədər daxil olardı? 20 dəfə. Yaxşı, inin yerində olsaydı, 10 üstü 18 olsaydı, validə nə qədər daxil olardı? 60. 60 dəfə. Bir yəni diqqətlə düşünün. Bax, bir saniyədə nə qədər əməliyyat var idi? 10 üstü nə qədər idi bir saniyədə? Yadınızda qalır? 10 üstü 8. 10 üstü 8. 18 yox, 10 üstü 8. 9-dan elə bir ki 10 dəfə az. 10 üstü 9-dan 10 dəfə az. Yəni 10 üstü 8. Onda inin yerinə istənilən ədəd yazsam, fikir ver, inin yerinə böyük bir ədəd yazıram 10 üstü 18. Yenə də 60 olur. 60 10 üstü 8-ə baxın, xeyli kiçik ədədir. Yəni kiçik nədir? Bildiyin heç nədir də. Yəni 60 10 üstü 8-in yanında heç nədir, düzdür? Deməli, inin yerinə istənilən ədəd yazsam belə, login yenə də düzgün işləyəcək. Login zaman limitinə girmir. Yəni o bir onsuz da zaman limitinə girmirdi. Bir dənə əməliyyat işləyirdi. Login də zaman limitinə girmir. Loginə aid bəzi nümunələr deyək. 2-yə bölmə, 3-ə bölmə, 5-ə bölmə, digər ədədlərə bölmə, yəni dəfələrlə bir ədədə belə getmə login sayılır. İndi düzdür, 5-ə böləndə 5 əsasdan log sayılır, amma yenə də login olaraq başa düşürük. Ya da ki, biliriksə, GCD LCM bilirik nədir? Nə deyirlər? Azərbaycanda bunların adı var idi, oxşar adları var idi. Birini deyim, bu əbobdur. Onda o birisi nə olar? Əçob. Hə. Əçob proqramın özündə hazır əməliyyat olaraq biz belə yazırıq adətən GCD AB. Əbub əçob. Bu əbub əçob da proqram arxa planında necə işləyir? Logə işləyir, logeni işləyir. Onun alqoritmi var, onun alqoritmi Evclid alqoritmi gedirdi. İndi onu tam bilmək ehtiyac yoxdur, amma o zaman limiti olaraq logeni işləyir. Hə. Bəzi logeni işləyən əməliyyatlar da var. Logen. Hələlik bunları bilək. GCD-dir, LCM-dir. Ədədi 2-yə dəfələrlə bölmə, ədədi 3-ə. Yəni ədədi elə bir ki, hər hansı bir ədədə dəfələrlə bölmə, amma böldüyün ədəd mütləq birdən böyük bərabər olsun. Məsələn, bölürəm ədədi x-a, bölürəm x-a, bölürəm x-a. Bu x əgər birdən böyük bərabərdirsə, birdən böyüksə daha doğrusu, bu nə olur? Log olur, logen olur. Ədədi yəni dəfələrlə 2-yə bölmə, 3-ə bölmə, 5-ə bölmə, belə. Ya da ki, GCD LCM. GCD LCM logeni işləyir. Məsəl üçün, səndən soruşur ki, 2 dənə 13-8-li ədədin GCD-sini tap deyir. Təqribən 13-8-li ədədin GCD-sini tapsan. Nə qədər zaman limitini işləyər bu? 60 da, düzdür? 60 işləyəcək. Yəni 60 dənə əməliyyata gedib nə edəcək? 2 dənə ədədin GCD-sini tapa biləcək. GCD nə idi? Gəl yadımıza salaq. GCD 18-24. Bunlar əbubu nədir? Kim deyə bilər? Əbubu nədir 18-dən 24-ün? 6. 6. Bəs onda əçubu nə olar? Aha, 6-dır. Əçobu nə olar? Əçobu. LCM-i. 72. 72. Qəşəng. Gəl bir də nümunə yazaq. Məsələdə deyir ki, elə bir ədəd tap ki, həm birinci ədədə bölünsün, həm də ikinci ədədə bölünsün. Yəni bu ədədlərin nəyini tap deyir? Həm birinci ədədə bölünsün, həm də ikinci ədədə bölünsün tapdığın ədəd. Yəni bunların nəyini tap deyir bu ədədlərin? Əbobunu yoxsa əçobunu? Əçobunu. Əçobunu. Ay sağ ol. İndi göstərək əbobla əçob necə yazılır. Bu hazır funksiyadır, onu özümüzdən yazmayacağıq. Daha rahat olsun deyə. Bax, deyim də necə yazma olar. Ümumiyyətlə, GCD-ni biz belə yazacağıq hər dəfə bundan sonra. Altdan 2 dənə xətt GCD düzgün tapır. Əbobu.
Altdan 2 dənə xətt GCD proqramın öz əməliyyat hansı funksiya hissəsində var da. Əgər sən bunu yazmısansa, bit stdc yazmısansa kitabxanasında, bu hazır olaraq var səndə. Birinci nə edirik? Bax, əkobunu tapmaq üçün əbobunu tapırıq. Bir qayda var. Bunların hasili nəyə bərabər olurdu? A ilə B-nin hasili nəyə bərabər olur? Əbobla əkobun hasili. Elə bir şey yəqin ki, keçmişsiniz riyaziyyatda da. Əbobla əkobun hasili bu ədədin hasilinə bərabər olur. Onda mən bunlardan necə deyirlər? Əbobunu bilirəmsə, əkobunu tapa bilərəm, ədədləri bilirəm. Əbobunu bilirəm. Bir də nə qaldı əkobu? Onda buradan gəl düstur olaraq çıxardaq. LCM AB nəyə bərabərdir? Nə bölünsün nə? A vur B böl nə? GCD AB. Düzdür? Şurada Cout verək. A vur B-ni böl nə? Altdan 2 dənə xətt. GCD bizdə necə yazıldı? Altdan 2 dənə xəttlə. GCD AB. Deməli, proqramın arxa hissəsində, ümumiyyətlə, funksiyanın arxa hissəsindən nə işləyirsə, zaman limiti odur. Yəni, istənilən funksiyanın arxa hissəsi O1 işləmir də. Normalda, bax, O1 işləyən funksiyalar bilirsiniz nədir? Max deməyim indi. Max 2 ədəddən O1 işləyir. Max, minimum, absolute, modul. Ya da ki, indi bunlar kifayət edir. Yəqin ki, bunlar bir əməliyyatı işləyir. Yəni, 2 ədəddən böyüyünü tapır, 2 ədəddən kiçiyini tapır, modulunu tapır. Bu çox tez işləyir. Amma GCD bir əməliyyatı işləmir də. Bu bir yox, logini işləyir əslində zaman limiti arxa planda. Daha dəqiq desə, bunun zaman limiti budur. O log A plus log B. Elə bir ki, hər birinin loglarının cəmi. Yenə də login deyirlər buna. Çox tez işləyir də. Yəni 60 plus 60 120. A-nın yerinə 10/18 olsa, B-nin yerinə 10/18 olsa, indi A vur B overflow olacaq. Elə şey olmayacaq da. A-nın yerinə 10/18, B-nin yerinə 10/18 olanda A-nı B-yə vuranda nə olur? Overflow deyirlər ona. Long-longu aşır. Hə. Yəni qısaca desək, GCD-nin zaman limiti nədir GCD-nin? Log n. Bəs LCM-ni tapırıq. LCM hazır 2 dənə altdan xətti yoxdur. LCM-də bu yoxdur. Onda onu tapmaq üçün bir dənə düstur var. Hasil bərabərdir. Əbu vur əkob. O düsturu bilirik də. Onda əkobu necə tapırıq? A vur B bölünsün əbob. Düzdür? Hə. Burası aydında yəqin ki, GCD necə tapırıq? Altdan 2 dənə xəttlə. GCD-nin zaman limiti logini işləyir. A vur B-dəki niyə bunu yazdıq? O bir tərəfi tapmaq üçün. O düstur nə idi? Düstur bu idi da. Sildiyinin onu. A vur B bərabərdir GCD vur LCM. LCM-dəki belə tapılır. Bu iki ədədin hasili bu. Məsəl üçün 18-dən 24-də də 18-lə 24-ü bir-birinə vursam, bölsəm 6-ya neçə eləyər? 18-i vururam 4-ə. Neçə elədi? 72. 72 idi də, düzdür? Yadınızdadır da yəqin 72 idi LCM-i. Bəli. Hə. Gəl kodu atıb yoxlayaq. Elə bir dənə yuxarısı sadəcə elə belə şeydir. Kodun özü altdadır. Burada. Baxa gör nə olur. Nə deyir? Git özün at deyir. Olmasa gedib at kodunun özündən atıram. Belə eləyək. My account. Update eləyəm bir dəqiqə. Öz akkantumdan atıram, bir yox problem. Comment qoydum ki, deyir ki, kod əvvəlcən submit olunub, comment qoydum ki, fərqli olaraq başa düşsün. Eyb yox, gedək, kodun özündən, bu videoda nə baş verib tutulmadım. Keçdi. Deməli, GCD LCM nə idi? Logini işləyir. Deməli, indiyə qədər nə başa düşdük? O1-ə işləyən proqramlar nə idi? Vurma, toplama, çıxma, bölmə. Yəni, bildiyimiz hər şeydə qalıq. Hər şey deyəndə ki, yəni çox sadə şeylərdir, çox sadə şeylər. Bunlar O1 işləyir. Logini işləyənlər nə idi? Logini işləyənlər ədədi dəfələrlə ədədə bölmə. Məsələn, dəfələrlə 2-yə bölürəm ədədi. Bölmələr, məsələn, bölürəm 2-yə, 2-yə bölə-bölə getmə. Çoxlu olaraq, hələ ki, çoxlu sayda böl 2, böl 3, böl 5, yəni ya da ki, istənilən ədəddə, təkcə 2, 3, 5 yox, istənilən ədədlər də ola bilər. Ya da ki, GCD LCM-dəki nəyə işləyir? Logini işləyir.
Ki başqa bir nümunəyə baxaq. Bu GCD LCM-i başa düşdük. Necə tapırıq nəyi? LCM-i. LCM nə idi? Əkobu. Kodu belə paylaşacağam. Gözləyin. Linki belə qoyuram. Bu linki yəqin ki oxuya biləcəksiniz. Aydındır həllinizi yazdıq. 2 dənə sətr yazdım. Elə altdan 2 dənə xətt GCD. Bunun tapırdı əbabunu. LCM tapır əkobunu. Əkobunu tapmaq üçün də ki, ondan istifadə edirik. Başa düşdüksə bir dənə baxsın buna yenə də. Kim anladısa. Müəllim, Bəli. mən orada 60 saniyə məsələsini deyir Z. Burada yuxarıda 60 məsələsi var deyə. Siz 60, deyirsiniz hə. ki, Bax, o hissəni anlamadım mən. hə, bax, o 60 nə demək deyil? Deyirəm ki, bax, səndə verilirsə 10 üstü 18. 10 üstü 18, 2 üstü neçədir? 2 üstü 60-dır 10 üstü 18. Razısan? Bəli. Hə. İndi deyirəm ki, A ilə B-nin qiyməti nə qədərdirsə, A ilə B-nin qiyməti 10 üstü 18 olsa, GCD nə qədər əməliyyat eləyər? 60 dənə. Əslində 10 üstü 18 ola bilməz. Niyə 10 üstü 18 ola bilməz? Mən A-nı B-yə vuram, düzdür? A da 10 üstü 18 olsa, B də 10 üstü 18 olsa, A-nı B-yə vuranda nə olar? 10 üstü 36. Məndə 10 üstü 36 var heç. Long-longda yoxdur. Müəllim. Yoxdur. İlk belə düşünək. A 10 üstü 9-dur. Məsələdə də yəqin elə deyib. A 10 üstü 9-dur. B də 10 üstü 9-dur. Təqribən də yəni 10 üstü 9-a qədər ədəd ola bilər. Mən dedim ki, GCD AB necə işləyir? Tam zaman limiti budur. Log A, loqaritma A plus loqaritma B. Çünki həm A-nı, həm də ki B-nin loqaritması toplayır. İndi A-nın loqu nədir? 10 üstü 9-un loqu nə idi? 2 üstü neçə 10 üstü 9 idi? 30. Bir sən indirsən, elə bir ki 9-u bölürsən 3-ə. 3 eləyir də, elə bir ki. O da ki vurdun ona 30. Həmişə elə işləyir. Bax, 12-ni böldün 3-ə, 4, vurdun ona elə. Yəni elə bir ki bu qızıl qaydadır. Hər 10 üstü 3, hər minlik 2 üstü 10-luqdur. Hər minlik 2 üstü 10-luqdur da. Yəqin ki eşitmisiniz də kilobayt, megabayt. Normalda o nə idi? 1000 də deyirlər, 1024 də deyirlər. Amma əsl qaydası 1024-dür də. Yəni 1024 minə yaxın olduğu üçün biz mini də 2 üstü 10 olaraq başa düşə bilərik. Çünki çox yaxında 1024 minə. Hər 1000 2 üstü 10-dur deyə mini vuranda minə, 2 üstü 10-u vurursan 2 üstü 10-a, qüvvətləri vuranda da toplanır axı. 2 üstü 20 eləyir. Bəli. Hə. Onda bu neçə eləyər? 30 Mənim plus... kilobayt, megabayt onlar elə bir ki, yaddaş kimi bir şeydir. Hə, onlar yaddaşdır da. Yəni o nümunə olaraq dedim ki, hər dəfə 2 üstü 10-a vururdu o. 1024, 1024, 1024. Hə, bu 30 plus 30, düzdür? Bu nə qədər əməliyyat işləyir? 60 əməliyyat. 30 A üçün, 30 da B üçün. 60 əməliyyata gedib tapacaq. 60 əməliyyat çox sürətlidir, düzdür? Hətta belə dedim, 60 13-8-in yanın 13-8-in yanında heç nədir də, düzdür? Deməli bu 1 saniyə keçəcək, düzdür? Çox rahatlıqla keçər. Başa düşdün nə demək istədiyimi? Yoxsa yox yenə? Bəli, müəllim, anladım. Hə. Bunu tam olaraq belə deyirlər, loqaritma toplanmaq. Hə. Qəşəng inşallah. Keçək o birisi məsələyə. Baxa gör nə deyir indi o birisində. Bax 2 3-ə və 5-ə bölmə qaydası. Elə o tipli sualdır bu. Deyir ki, ədədi 2-yə böl, 3-ə böl, 5-ə böl və bunu 1 eləmək istəyirsən. Neçə dəfə eləsən 1 olar? Ədədin özü 1-dirsə, neçə əməliyyat sonra 1 olar? Elə özü 1-dir də, 0 əməliyyat sonra 1 olar. 7 dənə test case var. Test case-lərin sayını verib. Bax, onu mən neçə dəfə 2-yə bölsəm, neçə dəfə 3-ə, neçə dəfə 5-ə bölsəm, bunu fərqli üsul deyib, bir dənə baxın, gözləyin. Mənə bura voice 4 deyib. 4-də necə deyib? Böl 2. Bir daha oxuyum şərti. İndi deyəcəm. Dəqiq. Deyir 2-yə bölünürsə 2-yə böl, 3-ə yox. Hə, qaydası budur. Bizə belə bir şey deyib. 2-yə bölürsə bunu elə, 3-ə bölünürsə 3-ə böl demir. 3-ə böl 2-yə vur deyir. 5-ə bölünürsə də 5-ə bölüb 4-ə vur deyir. Hə, bax. Sualınız var idi, kimsəni qaldırmışdı. Farik. Sual yoxsa hə, davam edirəm. Bax, deyir ki, məsələn şərti budur. 3 dənə əməliyyatdan eləyə bilərsən. Deyir, ədəd əgər 2-yə bölünürsə, 2-yə bölə bilərsən. 3-ə bölünürsə, deyək, bax, 2-yə bölə bilərsən, ya da ki, 3-ə bölünürsə, 3-ə böl, amma 2-yə də vur. Yəni 2 vur n bölü 3. 5-ə bölünürsə də, 5-ə böl, amma 4-ə də vur. Bunlardan birini eləyə bilərsən. Müəllim, 2 vur n, elə belə olar yazmaq 2n, 4 vurulsun n-də
4n. Hə, 4n elə də yazmaq olar. 2n bölü 3, 4n. İndi vurma yazdım da tam yaxşı görsənsin deyə. 3-ə bölünürsə bunu elə. İstəsən. 5-ə bölünürsə də bunu. Elə if deyəcəyik də, rahat. Yaxşı, bir dənə nümunə deyirəm. Elə bir ədəd deyin ki, həm 2-yə, həm 3-ə, həm də 5-ə bölünsün. Deyə bilərsiniz, elə bir ədəd. Həm 2-yə, həm 3-ə, həm də 5-ə bölünən ədəd. 30. 30. Qəşəng. Bax, indicə 33-ün hər ikisini yoxlayaq. 30-u mən nə edə bilərəm? 15-də eləyə bilərəm. Başqa nə edə bilərəm? 3-ə böl 2-yə vur görək 30-u. Neçə eləyir? 3-ə böl 2-yə vursam. 3-ə böl 30-u. Vur 2-yə. 45. Yox, yox. 20. 2-yə bölüb 3-ə vur demirəm. 3-ə böl 2-yə vur deyirəm. 3-ə böləndə 10 eləyir. Vuranda 2 eləyir. 20. 20. Aha. 20. 5-ə böl 4-ə vur. 30-u 5-ə böl vur 4-ə neçə eləyir? 24. 24. Hansı bunlardan azdır? 54. Hansı azdır? Bəs bunlardan 15 azdır. Hə. İndi məsələ deyir ki, deyirsən 30-u 15 eləyə bilərsən bir əməliyyatda. 20 də eləyə bilərsən. 24 də eləyə bilərsən bir əməliyyatda. İstədiyini eləyə bilərsən. Deyir ki, minimum sayda əməliyyatların sayını tap ki, eni 1-ə gətirəsən. Yəni 30-u 1-ə gətirmək üçün minimum sayda nə qədər əməliyyat lazımdır, onu tap deyir. 30-u 1-ə gətirmək üçün birinci hansıya da çevirərəm mən bunu? 15-ə, 20-yə yoxsa 24-ə hansına daha yaxşıdır? Balacaya da yəqin ki, düzdür? Mən 30-u 1 eləmək istəyirəmsə, 15 elədim. 15. 15-i nəyə çevirə bilərəm? 15-i 2-yə bölünür 15. Yox. Xeyr. Ya, 3 vur 5-ə. ya çevirə bilərəm, böl 3 vur 2 nədir? 15-i böl 3 vur 2. Ya ona çevirə bilərəm, ya da ki, böl 5 vur 4, 12-yə. Hansına çevirərəm? Onu yoxsa 12-yə? Ona. Ona. Bir dənə gözünü düzmü fikirləşdim? Düzmü fikirləş. Hə, ona çevirərik. Onu çevirərəm nəyə? 5-ə də bölünür 2-yə də. Amma 2-yə bunu belə bir ki, ya 5-ə, ya da ki 8-ə çevirə bilərəm. Hansına çevirmək daha yaxşıdır? 5'ə. 5-ə. 5-ə. 5-dən sonra nəyə çevirərəm? 5 4 4-ə. Təkcə 4-ü çevirirəm 2-yə, 2-ni də çevirirəm 1-ə. Düzdür? Başa düşdünüz bunu? Neçə əməliyyat elədik? Bax, oxların sayını tap. 1, 2, 3, 4, 5, 6 ədəd. 6. Bir dənə yoxlayaq görək. 30-da nə yazıb? Cavaba baxaq. 6. 6 yaz belə. 6. Bəs 14-də niyə -1 yazıb? 14-də -1. 14-ü nəyə çevirə bilər? Yalnız 7-yə də, düzdür? Çünki 2-yə bölmür. 3-ə 5-ə bölünmür də 7-yə. Bəs 7 nəyə çevirə bilər? 7 nəyə çevirə bilər? 2-yə bölünür, 3-ə bölünür, 5-ə bölünür, 7. Yox. Onda deyir ki, mümkün deyilsə -1 yaz. Aydındır? Şərti başa düşdük. Bəli. Hə, mümkün deyilsə -1 yaz deyir, mümkünsə də yaz. 10 üstə 18 deyə bu. Buradakı 18 dənə 0, 10 üstə 18. Niyə belə bir ədəd verib? Çünki sən əgər belə gedəndə, yəni biz nə dedik? Ədədi belə gedəndə bu loqaritma işləyirdi ya, 10 üstə 18 belə yazsa, yenə də proqram zaman limiti keçməyəcək də. Çünki mən ədədi belə gedirəm. Birdən fərqli ədəd bölürəm. Birdən fərqli ədəd bölmək deyirəm. Çünki nəyə görə 1-ə böləndə ədədin özü olur da onsuz da. İstənilən ədədə bölsəm 2-yə, 3-ə ya da ki 5-ə, lap vursam belə də yenə də 2-yə. Yəni bunlar dəfələrlə mən bu əməliyyatı eləsəm, yenə də loqaritma civarı olacaq. Yəni təqribən o qədər olacaq. Yəni 30-da 6 əməliyyatdır. 32 nə idi? 32 loqaritma 32 nə idi? Yadınıza salın. 2 üstü neçə idi 32? 5 idi. Fikir ver. Burada 6 oldu. Burada cavab 6 idi. Burada da 5 idi. Yaxındır bu ədədlər bir-birinə, yaxındır. Məsələn, 10 üstə 18 loqaritması nə idi 10 üstə 18? Bayaq demişdik, neçə idi? 60. 60. Bura neçə yazıb? 72. Yaxındır bu ədədlər, çox yaxındır. Yəni cavab loqaritma civarı bir ədəd olacaq. Başa düşdünüz? Onu demək istəyirəm. Yəni oxşar da, yəni tam o olmasa da loqaritma Rezon edə bilərsiniz. Bu loqaritmaya yaxın olacaq hissəsini. Anlamadım. Hə bax, nümunə olaraq 30-a baxanda cavabı 6 aldıq. 30-a yaxın bir ədəd deyirəm. 30-un loqaritması nə idi? 5 idi də. Çünki 32-nin loqaritması 5-dirsə, 30-u da biz 5 olaraq başa düşürük də. 30-un loqaritması 5-dir, cavabı 6-dır. Burada da 10 üstü 18 var. 10 üstü 18-in loqaritması neçə idi? Loqaritma nə idi? 2 üstü neçə? 2 üstü neçə? 10 üstü 18-dir. 60. 2 üstü 60, 10 üstü 18-dir. Cavabı neçə yazıb? 72. 60 ilə 72 bir-birinə yaxındır. Bəli. Hə, deməli deyirəm ki, output, yəni mən nə qədər əməliyyat eləyəcəm? Elədiyim əməliyyatların sayı təqribən loqaritma qədər olacaq. Təqribən deyirəm, çünki dəqiq olmasa da o civarında olacaq da, başa düşdünüz? 60-72 yaxın olacaq da, yəni biraz çox ola bilər, biraz çox ola bilər ən uzağı. Hə.
Təsəvvür elə ki, hər test case-də nə qədər test case var burada? 13-18 dənə yoxsa 1000 dənə? 1000 dənə. 1000 dənə. 1000 dənə test case var, hər test case-də də 13-18 yazıb. Ən çoxu nə qədər əməliyyat edə bilərəm? 72 dənə. 72-ni vursam 1000-ə. Neçə eləyir? 72000. 72000. 72000 1 saniyə keçər yoxsa gec işləyər? Tez işləyər, gec işləyər. Neçədən kiçikdir bu? 13-8-dən. Deməli necə işləyəcək? Çox tez. Düzdür? Tez. Hə. 13-18-dən kiçik olan hər bir şey bir saniyədə keçir. Hə. Bir də mən bunun kodunu yazsam, səsi baxdıram, mən zaratıqa qoyum kompüterimi. İndi yazacağam kodu. Başlayaq uşaqlar zaratıqa qurs. Deməli harda qalmışdıq? 72000 bir saniyədə işləyəcəkdi, düzdür? Düzgün işləyəcəkdi. Kod yazaq. Nə edəcəyik? Elə if-lərlə deyəcəyik. Bax, ümumiyyətlə 3 dənə hal varsa, 15 idi, 20 idi, 24 idi. Bunlardan hansını eləyərdim? Ən nə olanı ən kiçiyə çevirirdim, düzdür? Səsim gəldi yəqin indi. Hə. Deməli birinci, bunlardan hansını eləmək daha yaxşıdır? 2-yə, yəni hansını eləmək sizcə daha yaxşı olar? Hansı daha az olur? Bu daha azdır. Bu ən kiçikdir, düzdür? Çünki 2-yə bölür. Bu 3-ə böldükdən sonra 2-yə vurur deyə, bu ortancıldır. Buradakı ən böyüyüdür. Bizə nə lazımdır? Kiçikdən böyüyə, düzdür? Mən inirik. Əgər if budursa, böl 2-yə. Ya if 2-yə bölünürsə, 2-yə böl. If yoxsa else 3-ə bölünürsə, 2-yə vurub 3-ə böl. Yoxsa 5-ə bölünürsə, 5-ə bölüb 4-ə vur. Yoxsa heç birinə bölünmürsə, 2, 3, 5-ə də bölünmürsə, 7 nümunəsinə. Cavabı bir başına verirəm. Mənfi 1. Hə, yazaq. Sual varsa soruşun elə. Müəllim, Bəli. orada test case Q yazır və siz T yazdınız. Fərqi yoxdur, orada dəyişən adı dəyişsən, heç bir problem yoxdur. Hətta bura n deyib mən x də yaza bilərəm. Onun proqram səhv saymır heç vaxt. Bəli. Nə qədər ki ədədi nə etmək istəyirəm? 1 eləmək istəyirəm. Birdən fərqlidirsə nə edirəm? If deyirəm. If əgər n nədirsə, bölünürsə 2-yə böl 2-yə, düzdür? Bir dəqiqə. Nəsə hə. Yoxsa əks halda deyirəm. 3-ə bölünürsə nə idi o? Böl 3-ə vur 2 elə bir şey. N bərabərdir. 2 vur. N bölü 3, düzdür? N bərabərdir 2 vur N bölü 3. Əks halda 5-ə bölünürsə N-i bərabər nədir? 4 vur N böl 5. Əks halda heç birinə bölünmürsə cavab nə idi? Cavabı mənfi 1 olaraq düşünəcəm elə olan halda. Gör nə indirik? Bax, answer deyirəm cavabı tapmaq üçün. Answer başlanğıc qiyməti 0 deyirəm. Hər dəfə də vailə girəndə, answer qiymətini artıran bir vahid. Əks halda isə answer qiymətini edirəm mənfi 1 və break edirəm. Break yəqin ki bilirik də. Yəni cavab mənfi 1-dir və proqramdan çıxırıq. Yəni proqramdan yox, vailədən çıxırıq. Bax, answer nəyi tapır burada? Cavab deyirəm də bu cavab olaraq gedir tapır əməliyyatların sayını. Hər dəfə vailə nə qədər girdisə, nə qədər əməliyyat elədisə, answer həmin sayı tapır. Əgər heç birinə bölünmürsə,
cavabı birbaşa -1 edirəm, break edirəm. Yəni cavab axırda -1 olacaq, heç birinə bölünməsə. Aydındır? Kod başa düşüləndə yəqin ki, hə? Bəli müəllim. Hə? Break yəni while dövrünü sonlandırır. Break bax sonuncu dövrü sonlandırır. Burada break'in sonuncu dövrü hardadır? Hansı dövrün içindədir? Bu while'ın. Bunun da içindədir, amma tam olaraq nəyin içindədir? Tam olaraq bax bunun içindədir deyə. Bunu sonlandırır. Bu while davam eləyir yəni. Yuxarıdakı while davam eləyir, bu buradakı while'ı sonlandırır. Break eləyir. Dəqiqə. Yoxlayaq. 0,4 oldu. Deyəsən düz idi. Hə, düzdür. Yoxlayaq. Müəllim, Bəli. bir söz soruşa bilərəm. Siz X-ə int tipini də verdiniz, amma orada 10/18 deyirdi. Hə. Sizcə bu kod keçər ya keçməz? Koda bir dənə diqqətlə baxın. Burada bir şey var. Bir sətirdə yazmışam. Int'in nə etmişəm? Harda yazmışam int'in nə etdiyimi? Ha, yox, define int long Hə, yazmış. define int long nə demək? Define nə eləyir yəni? Yəni long yazsanız burada int götürəcək. Ay sağ ol. Hə, bax int yazsam long olaraq götürəcək. Yəni istənilən yerdə int kodu Onu istənilən yerdə int dəyişmiş. yazsam da bunu long olaraq alınır. Deyir ki, longun elə bir ki ləqəbi intdir. Longun ləqəbi intdir deyə hər dəfə int yazanda int olaraq yox, long olaraq başa düşür. Elə yazıram ki, hər dəfə kodda int yazım, amma özü arxa planda long olaraq başa düşür. Aydındır bu define eləyir. Bəli. Yəni burada da double olur demişəm. Bu çox dəxlisi yoxdur double, amma əsas int long önəmlidir bütün məsələlərdə. Demək olar ki, bütün məsələdə mən long yazıram, define int long olaraq da yəni. Kesti. Bir dəqiqə. Necə atıram? Bunu kodu belə paylaşım. Yəni asan if else tipli məsələ idi də, düzdür? Niyə login dedik biz bunun zaman limitindən? Gözəl zaman limitindən bir dənə də baxarıq. Buna belə deyəyim. Bax, zaman limiti tam dəqiq nədir onu deyirəm. O t vurulsun login. Niyə t vurulsun dedim? Çünki bir test case-də nə qədər əməliyyat eləyir bu? Login dənə, düzdür? Təqribən login dənə dedik də. Məsələn 72 dənə deyildi, məndə 60 dənə idi də. Təqribi loginə yaxındır o. T vurulsun niyə dedim? Çünki hər bir test case üçün t-nin qiyməti burada nə idi? Orada q yazmışdı, q yazmışdı. Min idi. Gəl bir dənə baxaq. Min idi. Mini vursan 10/18-in loqaritması nə idi? 60. Lap 72 desə. Lap 72 desə 72.000. 72 bu məsələ üçün deyirəm də, sırf dəqiq bir məsələ üçün. 72.000 10/8-dən çox daha kiçik idi də. Deməli bu 1 saniyədə rahat su kimi keçəcək, düzdür? Hə. Koddakı başa düşülən yəqin ki. Yəni bölmə əməliyyatları gecə deyilsəm nə idi? Login işləyir. Log nə idi? Kim də bilər? Login nə idi? Bu ədədin 2 üstü qüvvətidir, düzdür? Login deyəndə nə başa düşəcək? 2 üstü qüvvət başa düşəcək. Bundan sonra. Məsəl üçün bir dənə nümunə deyim, bunu deyin. Loqaritma 10/5. 10/5 deyirəm, 10/6 demirəm. 10/5 nə qədərdir sizcə? 100.000-in loqaritması. Sizcə təqribən nə qədər olar? Təxmin eləyin sadəcə. Məcbur deyil düzgün. 10/6 nə idi? Ona yaxın bir şey olacaq. 10/6 nə idi? Loqaritması 10/6. 100 milyon. Yox, 1 milyon. Yox. 10/6-nın loqaritması nə idi? Hə, loqarit 1 milyonda, yəni 1 milyonun loqaritması nə idi? Onu deyirəm. 20. 20, hə. Deməli, onun yəni 1 milyonun loqaritması 20-dirsə, 100.000-in loqaritması 20-dən az olar, çox olar. Az. Az olar. Nə qədər az olar? Təqribən deyin, biraz ədəd atın. 15. 15 deməyim, bir 17 deyək də, niyə 17 deyirəm? Çünki 8 dəfə az olsa, düzdür? Başa düşürsünüz nə dedim? 8 dəfə niyə deyirəm? 2/3. O qədər azaltdım da. Yəni 10/5-in loqaritması təqribən nə qədər edir? 17 dənə. İndi 20 dənə də deyə bilərsən hər ehtiyata. Yaxşı, bir nə deyək. Loqaritma 10/4 nə qədər eləyər sizcə? 10/3 10-dursa, 10/4 nə qədərdir? 10/3 10-dursa, 10/4 hardasa nə qədər eləyər? 12, 13. 13-14 deyək, düzdür? 13-14 eləyər, düzdür? 13-14 bu ya. 13-14. Başa düşürsünüz nə demək istədiyimi? Bəli. Hə, bəli. Məsələn, loqaritma 10/14 nə qədər olar? Təqribən 10/14.
Nəyə yaxındır bu? Bax bu yaxında 10 üstü 15-ə. 10 üstü 15-in loqaritması nə idi? Deyin görək. 10 üstü 15-in 50, 50. 50. Hə, onda 50 desə 3 dəfə azalt 47. Başa düşdünüz necə? Ya da ki 46 47 də deyə bilərsən. 47 deyə də hər ehtiyata. Yəni istənilən ədəd loqaritması tapmaq nə idi? Bunun 2-nin qüvvətidir. Loqaritma dedim biz nəzərdə tutacağıq? 2-nin qüvvəti. Bu çox sürətlidir. Loqaritma həmişə çox sürətlidir. Niyə çox sürətli deyirəm? 10 üstü 18-də belə 60-dırsa, deməli bu dəhşətli dərəcədə sürətlidir də. O1-dən biraz yüksəkdir bu. Yəni belə olur. O1 də ən qısası idi. O log n ondan biraz sürətlidir. Hə. Gələ davam eləyək. Keçsək indi SQRT-yə. SQRT nə idi? Kim deyə bilər SQRT? Secret olan müəllim. Hə. Nədir SQRT? Secured. Yəni bizim də tərcümədə. Kök altı. Kök altı. Məsəl üçün 25-in kök altısı nə idi? 5. 5. 5. Yaxşı. 1 milyonun kök altısı nədir? 1000. 1000. Əla. Yəni belə də yəni. İndi kök altı məsəl üçün bir nə yazıram. SQRT 10 üstü 14-ün kök altısı nədir? Şimdi yer. 10 üstü. Bax 10 6, üstü 6-nı böldü 7. 2-yə 3. 14, 10 14, 10 üstü 7. 10 10 üstü üstü 7. 7. Əla. Yaxşı. Mən bəs belə bir şey eləsəm, 10 üstü 14-ün kök altısına qədər getsəm, 1 saniyədə kod keçidə bilərəm. Kök altısına qədər, bax kök altısına qədər getsəm. 10 üstü, bax bir dənə sual sorsun. Bəli, gedə bilərik. Çünki 10 Müəllim bir dərsini də verin. Sual kim 10 sorsun? üstü 8-dən kiçikdir deyə olur da. Olur, olur. Bax, bunu deyim. 10 üstü 14-ün özünə qədər getsəm, 1 saniyə keçər. 10 üstü 14-ün özünə qədər getsəm. Xeyr. Xeyr, nəyə görə? Xeyr. Nədən böyüdü 10 deyə? üstü 8-dir time limitə görə. 10 üstü 8-dən kiçik deyil, böyükdür. Ay sağ ol. 10 üstü 8-dən böyüdü deyə time limit olur bu. Tamam, SQRT 10 üstü 14-ə qədər getsəm bəs. Onda Bu 10 üstü bir 7 saniyə eləyir. Bu 10 üstü 7 də 10 üstü 8-dən kiçikdir deyə. Bəli, olur. Okey də, yəni keçəcəyi bu, düzgündür. Accepted. SQRT nə vaxt gedirik? SQRT kök altıdır. Hə, kök 6-dır. 25-də 5 olub, 10 üstü 6 bu olub, 49-da 7-dir, elə. 10 üstü qüvvətlərindən, bax, ümumiyyətlə SQRT 10 üstü qüvvət deyəndə biz nə edirik bunun kök altısını tapmaq üçün? Bölürük neçəyə? Qüvvəti bölürük 2-yə. O asanlıqda məsəl üçün 10 üstü 16 desəm, bunun SQRT-si nədir? 10 üstü neçədir? 10 üstü 8. 10 üstü 8. Bir dənə söz deyim. 10 üstü 8, sizcə bu 10 üstü 8 keçər 1 saniyədə? Bəli. Məntiqlə keçər, hə. Bax, Keçər, amma çox, bilsən necə? Çox sıxasıq keçər də, yəni elə demək istəyirəm. Adətən biz bunu belə düşünürük də, 10 üstü 8 1 saniyənin ən dib limitidir. Gəlirsən 10 üstü 8-liyi bir dənə for atırsansa, forun içində çox şey eləmə. Bildiniz niyə çox şey eləmə deyirəm? Çünki 10 üstü 8 dəfə bu əməliyyatı eləyəndə zaman limiti olmasın deyə. Gələ yüngül bir şey eləməlisən forun içində. 10 üstü 8-ə qədər for atsan. Yəni adətən 10 üstü 8 yox, 1 saniyə 10 üstü 8-dən biraz az deyirik, lap limiti 10 üstü 8 deyirik. Normalda bunu soruşmayacaq, amma bu belə deyək, güclə keçər deyirik də, bu güclə keçər əslində. Bu isə keçəcək. 10 üstü 7-yə qədər keçəcək. Proqramda bunu deməyəcək onsuz da. Adətən bu limiti deyəcəklər. Ki, bir dənə məsələyə baxaq. Deyir ki, bax, sizə nə istəyir məsələdə? 720 verəndə bu ədədləri verib, 6 verəndə bu ədədləri verib. Bu ədədlər bu 6-nın nə idi? Sadə qrupları. bölən. Hə, təkcə sadələri yox, bölənləri də, yəni ümumiyyətlə hamısı. Bölənləri. 720-də bölənlərinə bax. 720 çünki biraz necə deyirlər, içində hər bir şey var da. Bu ədəddə nə deyirlər sizcə? Həm birə, həm də ki özünə Bu bölənir. sadədir. 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 Ay sağ ol. Bu ədəddə bir görəcəksiniz, bu moduldur. 13.9 plus 7-dir bu. Adətən məsələlərdə modul deyəndə bu ədəddən istifadə edirlər. 13.9 plus 7-dir. Bölənləri tap deyir. Bölənləri tapmaq üçün nə etmək lazımdır? Bax, 2 kodu yazırsan 1-dən n-ə qədər. Gəl yazar ataqla. Bir dəqiqə gözləyin. Bölənləri tapanda belə bir kod yazaq da gəl. Rahatca.
Necə kod yazarıq sizcə? Int 1-dən n-ə qədər, düzdür? Əgər n i-yə bölünürsə, sizcə bu kod düzdür? Normalda belə düzdür. Amma zaman limiti olar ya olmaz. Onu hardan bilirik? Limitlərə baxırıq. Bax, zaman limitini bilmək üçün constraint deyirlər burada, limitlər. Limitlərə baxırıq. Nə yazır bura? 10/12. Mən 10/12-yə qədər for atsam, 1 saniyədə nə olar? Gec işləyər, tez işləyər. Gec işləyəcək. Gec işləyəcək. Çünki bizim bir qaydamız var, qızıl qaydamız. 13/8-ə əsasən yoxlayırıq. Bütün limitləri biz həmişə buna baxırıq, məsələnin limitinə baxırıq. Sonra nə edirik? Ağlımızda düşünürük. Bunu yazsaq 13/8-dən çoxlar az olar. Çox olarsa zaman limitidir. Az olarsa keçər. Hə. 13/12-yə qədər keçsəm zaman limitidir. Amma kod düz işləyir. Bax, kod düz işləyir, amma zamanı çoxdursa, deməli hansı error verəcək bizdə? Time limit exceeded. Elə deyirlər, indi time limit erroru verəcək. 720-ni yoxlayanda düzgün verəcək. Bax, cavab düzdür. Buna wrong answer demirlər. Buna time limit deyirlər. Çünki cavabı düz verib, amma gec verir. Niyə gec verir? Çünki 13/12-yə qədər geçsən, gözdə gözdə. Vermir amma cavabı. Mən səs açmışdım yəqin ki. Ya bağladım. Baxın. Bu time limit olacaq. T-lı E yazacaq sarı ilə. Bax, indidən time limit verir. Çünki limitlər böyüdü axı. Ədədlər böyüdü deyə. Yaxşı. Bax, normalda olimpiyadada olsaz, istər Azerkap olsun, istər Rufo olsun, olimpiyada olsun. Belə bir həlli yazardınız bu məsələyə, yoxsa yox? Xeyr. Kim yazardı? Hayır. Mən yazardım. Niyə yazardım deyirəm? Çünki yazsan bal verəcək sənə. Başa düşdünüz nə deyirəm? Bax, belə bir həll yazıb atsan, sənə bal verər. Məsəl üçün, sənə 40 bal verir, amma 100 bal verməz. 100 ballıq həll bu deyil, amma bu 40 ballıq həldir. Yəni, ümumiyyətlə, 100 ballıq həlli tapanmasan belə, 40 bal qoy mənim cibimdə qalsın da. Başa düşdünüz necə? Qoy rahatca bu həlli yazın, öz balımı alım, sonra daha yaxşı həll düşünün. Aydın da, yəni, ümumiyyətlə, ağlına bir həll gəldisə və düşündü ki, bu time limitdir. Yazarsan ya yazmazsan, yazarsan əslində. Niyə yazarsan deyirəm? Çünki əgər sən bunu yazmasan, təsəvvür ki, olimpiyatdan çıxmısan, cəmaət deyir ki, mən bu məsələdən 40 bal qazandım. Deyirsən, necə qazandın 40 baldan? O tapdığım həll zaman limitidir axı. Deyir ki, mən o kodu yazdım 40 bal verdi də. Sən də ki, həmin məsələdə 0 bal qazanmısan. Üstündə 1 saat düşünüb. 100 ballıq həlli tapmamısan. Başa düşdünüz? Nə demək istədiyimi? Deməli, indi bundan sonra time limitli kod tapdın. Daha yaxşı düşünə bilərsən. Birinci nə edərsən? Time limitli kodu yazarsan, sonra düşünərsən deyirəm. Çünki nəyə görə? Əgər kod yazmaq gec deyirsə ki, bu da gec deyil də, yəqin ki, çox qısa koddur. Birinci yazarsan, balını alarsan, sonra rahatca 100 ballıq həlli düşünərsən. Aydındır dediyim söz. Başa düşdünüz? Nə edərsiniz? Və olimpiyada belə bir şey deyirlər adətən. Gözlə onu deyir. Bax, subtask deyirlər, subtask. Alt tapşırıqlar. Məsəl üçün deyir ki, n-in qiyməti 10/6-dan kiçikdirsə, sənə verir 40 bal. 10/6-dan kiçikdirsə. N-in qiyməti kiçikdirsə 10/12-dən, yerdə qalan 60 bal da buradan verir. Onda sən bu kodu yazsan, neçə bal qazanarsan? Bu zaman limit olacaq. Burası time limitdir. Bəs birinci subtask keçər ya keçməz 10/6-ya qədər bütün ədədlər. Bax, 10/6-ya qədər for atsam, 1 saniyədə işləyər. Bəli. İşləyər. Bəli. Bu işləyəcək, bu time limit olacaq. Yəni, ümumiyyətlə, kod tapsanda, kodun düzdür, amma zaman limitidir. Yazmağa çalış yenə də. Narahat olma, yaz, bal verər sənə o. Çünki adətən olimpiyadada bal sistemidir də. Digər saytlar kimi, Codeforces kimi birbaşa wrong answer falan deyil də. Codeforces'da AdCode'da da birbaşa wrong answer falan verir də. Yəni, biri səhv olsa. Məsələn, 30 dənə test var, biri səhv çıxsa, məsələnin hamısını səhv sayır. Amma olimpiyadada 30 testdən biri səhv çıxsa, 90 bala qədər yaxın bal verir. Bildiniz nəyə görə deyirəm? Çünki hər bir test üçün fikirləşirəm. EONIM sisteminə görə adətən. Ya EONIM sisteminə görə olur, ya da subtask'a görə olur. Ona görə həll tapsan, düşünmədən kodu yaz elə. Yəni, birinci həmin kodu yaz, rahatca balını al, sonra daha yaxşı həll tapmağa çalış. Hə, bu zaman limiti keçdi. Aydın da bu niyə zaman limiti keçdi 13-12-yə qədər? Hə? Aydın da yəqin 13-12-yə qədər niyə zaman limiti keçdi? Necə daha yaxşı yazma olar bu kodu?
bölənləri hara qədər gedib tapsaq kifayət eləyir? Ədədin hansı hissəsinə qədər gedib tapmaq kifayət eləyir bölənləri? Özünə qədər. Özünə qədər Özünə getsəm qədər. zaman limitidir. Bax, özünə qədər getsəm zaman limitidir. Hansı hissəsinə qədər gedim? Ki zaman limiti olmasın. 1-ə bölünən hissəsinə qədər. Biz nəyə keçirdik indi? Hansı o nə dedik biz? Hansında? Kök altısına qədər. Hə, bəs niyə kök altısı qədər deyirəm? Bir dəyəcək nümunə yazaq. 24 deyəcək. 24-ün deyə görə 1 vur 24. İndi qalanı siz deyin. 2 vur nə? 12. Hə, sonra 3 var burada. 24 3 isə vur bölünür. 8. 3 vur 8. 3 Sonra vur 8. 4 vur 6. 4 vur burada 6. təkrarlanır. Buradan sonra təkrarlanmaqdır, düzdür? Hə, bəli. Hə. Bir də buna baxın. 24-ün kök altısı nədir? Tam hissəsi. Kök altısının tam hissəsi nədir 24-ün? 4 olur da. 4 olur. 5 olmur da 4 olur. 5-dən kiçik idi, düzdür? 4. Mən sübut eləyə bilərəm ki, 5 vur olsun, ya da ki 5-dən böyük bir ikisi də 5-dən böyük bərabər olan ədədlərin hasili. 24 eləyə bilər ya yox. İkisi də 5-dən böyük bərabər olan ədədlərin hasili. 24 eləyə bilər. İkisi də 5-dən böyük bərabər olan ədədlərin hasili. Qətiyyən müəllim. Eləməz. Eləyə bilməz. Eləyə bilməz, qətiyyən eləyə bilməz də, hə. İkisi də 5-dən böyük bərabər olan ədədlərin hasili 24 eləyə bilməz. Çünki ən qısa nümunə lazım. Ən kiçik nümunə budur. 5 vur 5. 5 vur 5 24-dən böyükdür deyə. İkisi də 5-dən böyük bərabər olan ədədləri vursam 24-dən yenə böyük olacaq. Başa düşdünüz? Deməli bu qaydaya gələ bilərəm. Bax, əgər diqqətlə düşünün, bax, A vur B n-dirsə, deməli bu A ilə B-nin minimum qiyməti mütləq S-QRT n-dən kiçik bərabər olacaq. Məsəl üçün 48-də. 48-in kök altısı nədir? Tam hissəsi. 6. 6. Bax, 48-də 6-dır. Mənim 6 nöqtə necə səhət? Hə, 6.8-dən elə gedir də. 48-də belə deyim, bir dəqiqə. 6. İndi deyirəm ki, ikisi də 7-dən böyük bərabər olan ədədin hasili 48 eləyə bilməz. Düz deyirəm, səhv deyirəm. İkisi də 7-dən böyük bərabər olan ədədin hasili 48 eləyə bilməz. Bəli. Mənim eləyə bilər. 2 dənə ədəd ki 7-dən böyük bərabərdir 48 eləsin. Hə, elə Mən bir siz 7-dən Mən kiçik. eləyə bilməz. Biri böyük olsun, biri kiçik olsun, düzdür? Çünki ən kiçiyi 49 olur onda. Hayır, bax, 7 vur. ən kiçik nümunəni yazdım. İkisi də 7-dən böyük bərabərdirsə, ən az nümunə nə ola bilər? 7 vur 7. 7. O da neyin O da 48-dən böyük eləyir, 48. düzdür? Yəni mən bu ədədləri artırsam, yenə də 48-dən böyük olacaq da hasil, düzdür? Bəli. Hə. Deməli qayda nədir? A vur B n eləyirsə, deməli bunlardan ən kiçiyi mütləq SQRT n-dən kiçik bərabərdir. Razısınız? Hə, bəli. Yəni bunlardan ən kiçiyi mütləq kök altdan kiçik bərabər olmalıdır da. Kim bu qaydanı başa düşür? Bu qaydanı kim başa düşür? Sonra da əl qaldırma düyməsinə bassın. Ya buna da yəni bu düyməyə. Kim o A vur B n-dirsə, A ilə B-nin ən kiçiyi SQRT n-dən kiçik bərabərdir. Buna deyirlər number theory-nin eləcə qızıl qaydası. Number theory deyirlər ədədlər nəzəriyyəsi. İndi teori. Hə, ədədlər nəzəriyyəsinin əsas qızıl qaydasıdır o. Əda. Tamam. Qəşəng. İndi belə eləyək. Mən əgər getsəm 48-in kök altısı nədir? 6. Gedirəm 6-ya qədər. 48 bax 1 vur 48. Sonra 2 vur 24. Sonra 3 vur. Deyin görək. Nə oldu? 16. Hə, eləməyin bax. 3 vur 16. Hə, 3 vur 16. Sonra 16. Sonra 4 vur. 12. Hə, 5 vur olur. 5 vur var bu heç. Xeyr. Nə xeyr. 6 vur. 6 vur 8. Hə. İndi daha Ondan 8 sonra nəsə yazma ehtiyac var? Yox. Xeyr, Çox daha təkrarlamaq. Çünki 48-də mən bu ədədlərə baxıram. 1-ə baxıram, 2-yə baxıram, 3-ə baxıram, 4-ə, 5-ə, 6-ya baxıram. Düzdür? Hı. Hətta hə. Başa düşürsünüz nə demək istədiyimi? Bu ədədlərə baxsam mən o bu sərfləri tapıram. Nə onsuz da, düzdür? Deməli mən bunlara baxsam, o bu sərdə yığsam indi biz mən vektor demək istəyirdim, amma vektoru mövzu olaraq keçməmisiniz siz. Hə? Mənim keçmişəm mən.
Normalda azı cədvəlinə vektoru deyə bilmirəm indi. Amma mən bunu yığıb verə bilərəm. Massivi yazam gəldi. Massivi yığın. Elə vektorda isə mən keçəcəm. Elə vektoru isə mən keçəcəmsə elə bu dərsdə vektoru keçirəm də bir dənə. Müəllim, bunu pushback-lə və yaxud da pop-back-lə eləyə bilərik vektor kimi. Hə, massivə də yığmaq olar. Hə. Bəli. Ümumiyyətlə də yəni bu ədədləri hamısı tapıram da bir sözə. Razısınız da, düzdür? Köçaltıya qədər gedəndə mən birinci tərəfi tapanda ikinci tərəfi də tapmış oluram onsuz da, düzdür? Aydındır, yəqin ki burası. Sən 720-nin köçaltısı nə idi? Kim deyə bilər? 720-nin köçaltısı internetdən tapaq deyə square-ti 720 yazar. Neçə eləyir? 26. olur. 26. Gəl bura 26 baxaq. olur. 26-ya qədər ədədləri mən birinci hissəsində tapıram. Deyir 24. Bax deyin də nədir? 24-dən bu tərəfə gücü əksidir. Gücü əksini necə deyirəm? 24 vur 30. 24 vur 30. 20 vur 36. 18 vur 40. Başa düşdünüz necə gedir? Aydındır? Evet. Gücü əksini necə deyirəm? 24-ə qədər bura gəlir. Sonra 24-dən sonra belə 24 vur 30. Elə gedir. Gör nə edirik indi? Bunu tapacağıq. Bax, vektordan istifadə edəcək. Vektor isə mən keçsən deyilə, qoy elə indidən deyim. Vektor massivdir bir sözü, massivdir. Boş massivdir. Vektor boş massivdir. Tipi nədir? İçində hansı tipi elementlər var? Int. Vektorun massivdən fərqləndirən cəhət odur ki, ölçüsü dəyişə bilir. İndi ölçüsü nə idi bunun? Ölçüsü nədir bunun indi? Boşdursa ölçüsü nə qədər? İçindəki elementlərin sayı. 0. İçində element yoxdur indi. İndi gəzəyək. İni. Bir dəqiqə gözləyin. Bunu buraya qoyaq, fərqi yoxdur. Köçaltıya qədər getmək nə deməkdir? Birdən, köçaltı nədir? C++-da. Elə SQL-ti. Mən SQL-tini yenə bax, SQL-ti yenə bunu yazmağı xoşlayıram. SQL-ti double-dır. SQL-ti double-dır. SQL daha yaxşı işləyir böyük ədədlər üçün. Bu long double-dır. Mən SQL çünki bir yarısı SQL yazanda zaman SQL yazanda səhv çıxırdı, amma SQL yazanda düzgün çıxırdı. Köçaltı yazanda çalışın ki SQL yazın. Bir dənə L hərfini yazacaqsan, olacaq long double daha dəqiq tapır. Və tam hissəsi tapmaq istəyirsən, bir dənə buna int yaz. Tam hissəsi tapmaq istəyirsən, int SQL yaz. Yəni köçaltı tapanda SQL yerinə çalışın ki bunu yazın. Int SQL bu daha dəqiq və daha böyük ədədlər üçün düzgün tapacaq. Hə, indi amma mən belə yazacağam burada. Köçaltı tapmağın yerinə vurmadan istifadə edəcəm. I vur i. Baş square root nədir? Bu square root elbçi square kvadrat deməkdir. Rootdakı kök deməkdir. Kvadrat kök. Yəni məsəl üçün 25-in kvadrat kökü nədir? 5. 49-un kvadrat kökü nədir? 7. Yəni hansı ədədin kvadratıdır? O deməkdir. Bildin? Hansı ədədin kvadratıdır? Mən də onu belə yaza bilərəm. Sual varsa soruşun. Əldürməyə basmayın. Hə. I vur i ikisi bərabərdir n yazıram. Bu da olar. Məsəl üçün, bax 5 vur 5 ikisi 48. İkisi bərabərdir 48. Düzdür? Düzdür. 6 vur 6 ikisi bərabərdir 48. Hə ya yox. Düzdür bu? Düzdür da okey. Ya da ki 7 vur 7 ikisi bərabərdir 48. Düzdür? Yox. Yox, bu səhvdir. Xeyr, mənim Deməli, hansı hissəsinə qədər gedəcək 48-də? Hansı ədədə qədər? 6-ya qədər. 6. Hə. I++. Baxıb nə deyirəm? Əgər bölünürsə nə edirəm? Vektora əlavə eləmək, vektorun axırına əlavə eləmək pushback-dir. Bax, ümumiyyətlə vektor necə işləyir? Vektora pushback yazsan, gedir, pushback belə yazılır. Gedir, məsələn 4 elədim. Vektor pushback elədim. 5 ildir o. Harik, sual var. Müəllim, fasilə nə vaxt olacaq? İnşallah fasilə olmadan elə dərsi daha qutararıq. Daha bura qədər gəlmişiksə, buradan sonra daha çox şey qalmayıb. Hə, bax, ümumiyyətlə, vektor necə işləyir onu deyirəm. Vektorun içindəki elementlər bunu yazandan sonra 4,5 olacaq. Başa düşürsünüz nə edir pushback? Hansı hissəsini əlavə edir? Sola yoxsa sağa əlavə edir pushback? Sola əlavə edir, sağa əlavə edir pushback. Hə? 5 əlavə elədi. Sağa bax. 4 var idi vektorda. 5-ə hara əlavə elədi? Sağa. İndi v.pushback tutaq ki yazsam mən 9 hansı yerə əlavə eləyəcək? Sağa müəllim. Yəni necə olacaq? 4, 5. 5'ten sonra Ay sağ ol. 4, 5, 9. İndi vektora əlavə eləyim. Hamısını əlavə eləyim, sonra sortlayacağam. Sort sıralamaqda Müəllim, qalsın. vektor nədir? Vektor massivdir. Massivdir.
Massiv kimidir? 4. Pushback eləyəndə sağ ələ verir sadəcə. Bax, massivdir, boşdur. Pushback elədi 4-ü. Neynədir? 4-ü yazdı bura. Pushback elədi 5-i. Pushback hansı tərəfə əlavə edir? Sağa. Onda 4-ün hansı tərəfinə əlavə edəcək? Sağına. Ən sağa 4,5. 9-u əlavə edəndə neynəyəcək? Hansı tərəfinə? Ən sağına. Virgül 9. Başa düşdün necə işləyir? Massivdir. Boş massivdir. Pushback yazanda ən sağa əlavə edir. Aydındır? Bax, əgər bölünürsə, əlavə edeyim mən vektora. Pushback i. Bir dənə özəlliyi ola bilər. Bax, məndə desə tutaq ki 49. Çıxışı nə verməliyəm? 1, 7, 49 verməliyəm. Yoxsa 1, 7, 7, 49 verməliyəm sizcə? Hansını verməliyəm? 1, 7, 49 yoxsa 1, 7, 7, 49? Məsələdə nə deyir? Ədədləri ver deyir. Ədədləri ver deyirsə, deməli hər ədəddən bir dənə ver deyir. Düzdür? Hər ədəddən bir dənə. Yəni mən 1,749 verməyimizi istəyir bizdən. Amma mən 1, 7, 7, 49 verəcəm. Onda bir dənə if yazım ki, əgər bu bundan fərqlidirsə. Əgər i vur i fərqlidirsə n-dən, onda o bir tərəfinə əlavə edeyim. I vur i fərqlidirsə n-dən niyə deyirəm? Çünki kvadrat kök ədədlərdə 2 dənə yazmayayım deyə. Bax, kvadrat kök ədədlərdə 2 dənə yazmayayım deyə. Bax, bunun bir tərəfi i-dirsə, o bir tərəfi nə olar? Bir tərəfi 1-dirsə, digər tərəfi 49-dur. Məsələn, bir tərəfi 48-dir, 48-in bir tərəfi 6-dırsa, digər tərəfi 8 olduğunu necə tapa bilərəm? 6 var, 48 var. 8-i necə taparam? 6 vur 8. 6 vur 8 Yox, deməli. 8-i tapmaq istəyirəm. Tərsinə, yəni bölməli, nəyə bölüb? 48 bölü 6. 48 bölü 6. Hə, 48 n-dir, 48 n-dir. Altdakı i-dir, düzdür? N bölü i. Yəni i-ni vursam, n bölü i-yə nə olar? N-in özü olar, düzdür? Bu ifi niyə yazdıq? Kim deyə bilər? Bu ifi niyə yazdıq? I vur i n-dən fərqlidirsə. Hansı ədədlər üçün yazdıq? Mən ikisini bir-birinə vuranda əgər Ay sağ ol. Məsələn, 25, kökaltı olan 49, 16-da da məsəl üçün. 16-da nəyə verəcək çıxışa? Nəyə verməlidir 16-da? 1-i, 2-ni, sonra 4-ü, sonra 4-ü təzədən yazım? Yox. mən Yox, yazmayacağam. 4-ü təzədən yazmayacaq çünki məsələdə deyir ki, hər ədəddən bir dənə ver də sadəcə. 8 və Mən 16 yazım. 8, 16. Hə. Bunları mən belə bax vektoru necə əlavə eləmişəm? Gəl bir dənə baxaq. Vektorun içindəki metrə baxmaq üçün belə edirik. Vektorun ölçüsü size-dir. Size ingiliscə nə deməkdir? Ölçü deməkdir. V.size. Ölçüdür. Hə. İçindəki indeksdir. Bax VI-dəki massivdir, yəni massivin adı V-dır. VI-dəki həmin yerdəki elementdir. V-size-dəki massivin nə idi? Ölçüsüdür. Baxaq ki necə verəcək? Maraqlıdır. Gözləyin. Bir dəqiqə hamısını alım yorum. Burada alsam bu getməyəcək bir dəqiqə. Yuxarıdakını silim. Buna ehtiyac bunları yorum alım. Çoxlu şey yazmışam. Bunlar da silim burada. Hə. Bir dəqiqə. 16 nə verdi? 1, 16, 2, 8, 4. Düzdür, amma məndə necə sıralanmış qaydada, düzdür? Ədədləri düz tapıb, amma sıralanmış qaydada yox. Çünki necə eləyib? 1-i yazıb, bax, 1-i əlavə eləyib, sonra 16-nı əlavə eləyib. Sonra 2-ni yazıb, sonra 8-i əlavə eləyib. Sonra 4-ü yazıb, sonra 4-ü niyə əlavə eləməyib? Çünki bu ifə girməyib deyə. Başa düşdünüz? Mən güzgə əksi kimi elə bil. Ay sağ ol, hə. Elə əlavə eləyib. Bu ifi silsəydim nə olacaqdı? 4 4 olacaqdı. Aydındır? İndi düzdür. Amma sortlamaq lazımdır. Sort bilirik nədir? Neyinir sort? Müəllim, sort ən balacadan ən böyüyə. Hə, sort belə yazılır vektorda. Qaydası budur. V begin V end. Massivdə necə yazıldı sort? A bölü A plus n yazıldı. Düzdür? Massivdə. Massivdə belə yazılır. Vektorda da V begin virgül V end yazılır. Bunu növbəti dəstədə deyəcəm. Növbəti dəstədə də V begin V end sort. Yəni hələ onu tam keçməmişik deyə. Yəni bu bilinç nə deməkdir? Balacadan böyüyə sıralayır. Yəni balacadan böyüyə sıralasan cavab nə olar? Oxuyun görə balacadan böyüyə sırala bunu. Balacadan böyüyə. 1, 2, 4, 8, 16. Ay sağ ol. Bunu da alt sətrə düşə verdik. Yəni necə? Belə də təslaş n-lə. %720-də düz verdi. 24 vur 30, 20 vur 36, hə. Məsəl üçün bir dəqiqə 36-nı yoxlayacaq. 36-da 1,
2, 3, 4, 5. 6-dan 2 dənə yazmadı. 6 vur 6 elə bir şey. 4 vur 9. Düzdür. Hə? Bəli, Bildiniz nə edir? Pushback nə edir? Hansı tərəf əlavə edir? Ən sağa. Vektor başlanğıcda boşdur. Ən sağa əlavə eləyir. Niyə 2-3-6-ya qədər getdik dedi? Çünki qaydamız nə idi? A vur B endirsə, bunlarda minimumu SQT ilə mütləq ikisi bərabər olacaq. Sort nə edirdi? Bazıdan böyük düzür. Yəqin ki, başa düşdük ya məsələnin həllini. Birinci kod tanimi keçmişdi. O n idi biri. Bax, birinci kod o n-dir. Bəs bu kod nədir? O nədir? Nə n-dir? Log n-dir, yoxsa nə n idi? Nədir? Kvadrat kök nə idi? SQRT-in. Buna deyilər o SQRT-in. SQRT-si nə idi? 13-12-nin kök 6-sı nədir? Kim deyə bilər? 13-12-nin kök 6-sı. 2-yə bölü. Ay sağ ol. Yəni 13 qüvvətlərin kök 6-sını tapmaq üçün. Ay sağ ol, hə. 13 bax. 13 qüvvətlərin kök 6-sını tapmaq üçün qüvvəti bölürsən 2-yə. 12-ni deməli bölməli 2-yə Ay sağ ol. Məsəl üçün 13-15-in kök 6-sı nədir bəs? 13-15-in kök 6-sı. Təxmin eləyin. 13-7-dən böyükdür, 13-8-dən kiçikdir, düzdür? Bəli. 10-7-dən böyükdür, 10-7. Hə, kiçikdir. Onu təqribən belə deyirlər. 4 vurulsun 10-7. Niyə 4 vurulsun deyirlər? 4-ün kök 6-sı nədir? 16. Elə bir ki, ondan böyükdür deyə. Başa düşdünüz necə? Ondan böyükdür deyə 4 deyirlər. Elə bir ki, 4 vurulsun 10-7. 3 vurulsun 10-7 bundan kiçikdir kvadratı. Amma 4 vurulsun 10-7-nin kvadratı bundan böyükdür. Niyə elə deyirəm? Çünki 3-də 9 eləyir, 4-də kvadrat 16 eləyir deyə onu aşır da. Yəqin anlada bildim demək istədiyimi, hə? Bax. Yəni bu təqribən... Mənim orada necə bilərsiniz? Bax. 3 vur 10-7-nin kvadratı nədir? 9 vurulsun 10-14, düzdür? Bəli. İndi 4 vurulsun 10-7-nin kvadratı nədir? 16 vurulsun 10-14, yəni bir sözlə 1.6 vurulsun 10-15, hə? Ona görə bura 4 vur 10-7 dedim. Aydın da? Başa düşdünüz indi dediyimi? Bəli. Əla. Yəni elə olanda 13-7-dən böyük olur, 18-dən kiçik olur. Ona təqribən 4 deyir də, 4 vurulsun. Çünki kvadrat olaraq 16 ondan böyük olur deyə. Hə, bir dəqiq baxın. Kimi sual var idi? Keçdi. Bax, gördünüz nə qədər sürətli işlədi? Vektorla array ilə nə fərqi var? Vektorun ərrəyə nə fərqi var? Vektorun ölçüsü dəyişir. Ərrəyə başlanğıcda nə deyirdik? Ölçü deyirdik, düzdür? Məsələn, ərrəyə olsaydı başlanğıcda bir dənə ölçü deyirəm ki, int an. Ölçüsü budur. Amma vektorun ölçüsü başlanğıcda deyə bilərəm, ölçü desəm belə deyərəm. O olar. Amma hələlik belə yazanda vektorun ölçüsü boş olur. Vektora əlavə eləmək olur ədəd. Ərrəyə ədəd əlavə eləmək olmur. Necə əlavə eləmək olur? Məsələn, sin ai-də ədədi dəyərini götürür, amma ədəd əlavə eləmir də. Məsələn, ərrəyə ədəd əlavə eləsəm, ölçüsü artar, artmaz. Elə şey olmur ümumiyyətlə. Ölçüsü artmır ərrəydə. Sabit bir dənə ölçüsü olur. Ona deyirlər ki, bir dəqiqə. Statik ərrəylər deyirlər. Bax, statik deyirlər. Statik ərrəylər normal ərrəylərdir. Normal massivlərdir. Məsələn, int an. Normal massivlər statik ərrəylərdir. Bir də dinamik. Dinamik nə deməkdir ümumiyyətlə? Nə deyirlər? Dəyişən şeyə dinamik deyirlər də. Dəyişir. Dinamik ərrəylər isə ölçüsü dəyişir. Buna deyirlər vektorlar. Ölçüsü dəyişir. Ölçüsü nə idi indi burada? 0 idi. Sayısı düzdür. Pushback ilə ölçüsü nə olur? Bir vayda artır. Başa düşdünüz nə edir? Ölçüsü bir vayda artır. Həm də ki, sort eləyəndə begin end yazırsan, ərrəydə belə yazmırdın. Hə, ölçüsünü necə tapırsan? V size olaraq. Ərrəydə ölçüsünü necə tapırsan? Ərrəydə ölçüsünü tapmırsan. Çünki onsuz da ölçünü sən yazmırsan yuxarıda, düzdür? Yəni bir sözlə, ərrəydə ölçünü deyirsən, həmin ölçüyə uyğun işləyirsən, amma vektor deyilsə ölçüsü yoxdur, pushback elədikcə ölçüsü artır. Başa düşdünüz? Başa düşdüm. Hələ. Çox sağ ol. Bu keçdi. Niyə keçsi aydındır? Çünki kök 6-ya qədər gedirik. Gördünüz, bir dənə kod yazdıq. Zaman limiti oldu. O inə qədər getdik. Amma kök 6-ya qədər gedəndə keçir. Çünki 10 üstü 6. 10 üstü 6, 10 üstü 8-dən kiçikdir deyə nə olur? Keçir. Burada 10 üstü 14 olsaydı, 1 saniyə işləyərdi yenə də. Bəli. Hə, 1 saniyə yenə də işləyəcəkdi. Düzdür. Aydındır bu məsələnin həlli. Kök 6-ya qədər getdim, hər iki tərəfini də əlavə elədim, sonra sortladıq. Kimə aydındır? Əl qaldırma deməsi var. Gözləyirəm, abi.
Burada bu düyməyə basın. Kimə aydındırsa həlli. Başqa? Digər uşaqlara aydın deyil, yoxsa ümumiyyətlə dərsdə deyil. 29-dan 16 nəfər. Hə. Hə. Biz başa düşəndə buna basırıq. Yəni bir qoy bilim ki, kim anladı, anlayanların sayını. Başa düşməyəndə sualını sorsun. Elə biz də birazdan qurtarırıq bir məsələdən sonra. Bir dənə məsələ əlavə edeyim. O məsələni eləyək, sonra qurtaraq. Buradakı məsələlərdən gözləyin. Prime number. Prime nə deməkdir ingiliscə? Prime number. Hansı ədədlərdir yəni? Sadə ədədlər deyirlər. Sadə ədədlərə prime deyirlər ingiliscə. Sadə ədədlər ancaq 1-ə və özünə bölünür. Hayır, sonra buradakı məsələləri sildirəm, əvəzinə həmin məsələ əlavə edirəm. Bax, deyir ki, ədədin sadə olub olmadığını tap. Hani o məsələ? Ədədin sadə olub olmadığını tap. Sana 32 bit deyir. 32 bit nə deməkdir? 10 üstü neçədir? Int 10 üstü neçəyə qədər gedirdi? 9-a qədər. 10 üstü 9-a qədər. Mən əgər 10 üstü 9-a qədər getsəm, bax, 10 üstü 9-a qədər getsəm, prime olub olmadığını necə tapa bilərəm? Yalnız özünə və birə bölünsün. Onda siz necə tapardınız prime ədəd olub olmadığını? 5 nədir? Sadə ədəddir 5. Hə. 12. Hə. 12 yox. Çünki 3-ə və 4-ə bölünür orada. 12 3-ə, 4-ə, 2-yə və 6-ya bölünür. Ay sağ ol, əla. Deməli, prime olub olmadığını necə tapardınız siz? 1-dən n-ə qədər gedirəm, yalnız 1-ə və n-ə bölünsün. Ya da ki, belə deyək, 2-dən n-1-ə qədər gedim, 2-dən n-1-ə qədər gedim, heç birinə bölünməsin, düzdür? 2-dən n-1-ə qədər, yəni ikisi ilə nə qədər, heç birinə bölünməməlidir, düzdür? Əgər hər hansı birinə bölünsə, cavab nədir onda? Hər hansı birinə bölünsə, cavabı nə olar? Birbaşa no olar, düzdür? No. Return 0 nə edir? Bütün proqramı dayandırır. Return 0 bütün proqramı dayandırır. Eni ilyə böləndə qalx 0 deyil sonunda. Həmən dedim ki, bax 2-dən əgər bu ədəd n ədədi 2 ilə 2-dən n-1-ə qədər hər hansı bir ədədə bölünsə, deməli nədir bu? Bölünsə mürəkkəbdir, düzdür? Mən də onu yazdım. Bölünsə hər hansı birə mürəkkəbdir. No. Məsələ deyir ki, mürəkkəbdirsə no yaz, sadədirsə yes yaz. Aydındır? Bölünməsə yes. Bölünməsə yes yaz. Burada for'da nə yazdıq? 2-dən n-ə qədər getdim. Zaman limiti nədir bunun? Sizcə? Log n-dir, sqrt n-dir, o n-dir, nədir bu? Nə qədər əməliyyat eləmişik sizcə for'da? Neçə dəfə gəzmişəm? O n-dir da bu, düzdür? Buna o n deyirlər. Məsəl üçün 13-9-a qədər gəzirəm də mən. N-in yerinə 13-9 olsam nə qədər fora girəcəm? Deyə bilərsiniz. N-in yerinə 13-9 olsam 13-9 dəfə fora girəcəm. Razısınız? İndi mən 13-9 dəfə fora girsəm zaman limiti olar yoxsa tez işləyər? Hə? Həmin soruşam bax. Zaman limiti. Zaman limiti. 13-9-a qədər getsəm zaman limiti olar. Gəl kodu atıb yoxlayaq. Bax bir də deyirəm kodu nə yazdıq. 2-dən ikisi də nə qədər yazdım. Bunlardan hər hansı birinə bölünməlidir ya yox. Sadə ədəd nədir? 1-ə və özünə bölünən. Deməli 2 ilə 2-dən n-dən kiçik ədədlərə qədər heç birinə bölünməli deyil. Aydındır? Bölünməli deyildi. Amma hər hansı birinə bölündüsə, deməli nədir? No-dur. Səhvdir. Return 0 niyə verirəm? Daha cavabın nə olduğunu bilirəmsə. Daha buradan o nəsə hesablamaya ehtiyac var. Cavabı onsuz da bilirəm no-dur da. Daha buradan o hesablamaya heç nə ehtiyac yoxdur. Proqramı bitiririm daha. Başa düşürsünüz? Yoxsa da ki yes verirəm. Yesi nə vaxt verəcək? Əgər nə olsa yes verər. Nə bölünməsə, hansı ədədlərə? 2-dən n-1-ə qədər ədədlərə bölünməsə, hamısına bölünməsə, heç birinə bölünməsə də, yəni elə deyirəm. Heç birinə bölünməsə, onda yes verəcək. Onda o sadə ədəddir, razısınız? Əgər ədəd 2-dən n-1-ə qədər heç bir ədədə bölünmürsə, sadədir. Bir dənə burada bir halını xüsusi olaraq yazım. N əgər 1-dirsə, fora girər sizcə n1 olanda? Yoxsa yox, fora girər, girməz. Hə?
Uşaqlar, n1 olanda fura gedər. Baxın bura. Olmurdu onda. Olmur. Çünki 2-dən başlayır. İkisi n olmur. N1 olanda n1 sadədir, yoxsa bu mürəkkəbdir? Sadə olanda yes verirəm, yoxsa heç biri deyil. Amma biz bu məsələdə no yazırıq da, çünki sadə deyil deyə. Aydındır? Sadə deyil deyə no yazacağıq da. Heç biri deyil. Return 0 proqramı bitirək. Bu kodu yəqin ki başa düşdük də. Ədədin sadə olub olmadığını tapmaq istəyir. 97 sadə ədəddir, səhv eləmirəmsə. Yes. Məsələn 100 sadədir, 100. 100 2-yə, 5-ə, 25-ə, 4-ə, 20-yə, O, 10-a qəşəng hamısını tapdın ki, əla. Yəni bu sadə ədəd deyil də, yəni. No. Bu kodu açsaq zaman limiti keçər, yoxsa tam keçər? Əgər testləri düzdürsə Olimpin, zaman limiti şeydə bir dəqiqə default akkauntdan açacağam bunu. Bir dəqiqə, səbirli olun. Bir dənə sual soruşum. Uşaqlar, mən əgər Atcoderdə məsələlər əlavə eləsəm ev tapşırığına, işləyə biləcəksiniz? Gücəcdən. Harda? Atcoderdən əlavə eləsəm. Belə. Atcoder nədir bilmirəm. Burada submit eləyəndə problem olur, olmur. Onu bilmirəm. Yox, onu indi problem olur. Normalda olmurdu əslində. Çalışaram Eonifdən əlavə eləyim, amma Atcoderdən əlavə eləsəm, yenə də özüm həllini deyəcəm o usta növbəti dərsdə də əlavə elədiyim məsələləri. Amma elə məsələləri əlavə eləmək istəyirəm ki, submit eləyəndə problem olmasın. Çünki bu vicajda problem var. Codeforce-da və Atcoder məsələləri atanda orada geri gedib saytın özündən atmalısan. Yəni o digər saytlarda vicaj nə edir? Bütün saytları özündə birləşdirir. Hə, gördük mən nə çıxdı? Bir dənə baxaq. Məsələsində. Sualınız varsa soruşun. Hə, bundan sonra qutaracaq bu məsələdən sonra. Bax, nə keçib? Time limit exceeded. Zaman limiti keçib də, düzdür. Niyə görə? Çünki o n işləyib. N-in qiyməti nə idi o məsələdə? 32 bit nədir? Yəni 10 üstü 9 da, yəni long nə idi? 10 üstü 9. Bildiniz niyə zaman limiti oldu? 10 üstü 9, 10 üstü 8-dən böyükdür. Bəs mən bir ədədin sadə olub olmadığını daha tez necə tapa bilərəm? Hansı hissəsinə qədər gedib tapmaq kifayət eləyir? Hə? Kim deyə bilər? Məsələn, 97 ədədinin sadə olub olmadığını necə tez tapa bilərəm? 2-yə bölünür 97. Deyin görək. Yox. Ha, 3-ə bəs? Yox. Bölünmür. Yaxşı, o qədər 4-ə bölünmür. 5-ə bölünmür. 97 sadə ədəddir. Deməli 1-ə və 97 ancaq bölünür. 2-yə bölünmürsə 4-ə də bölünmür. 1 və 9. Ayson, hə. 8-ə bölünmür, 9-a bölünmür 9-a da. Çünki 99 bölünür, 97 bölünmür. Artıq bax, o tərəfi yoxlamağa ehtiyac yoxdur. Niyə deyirəm ki, bəs bura qədər yoxlasam kifayətdir ki, bilim ki, bu sadədir. Niyə qədər deyirəm ki, buna qədər yoxlamaq sadə olduğunu bilməyə... Çünki o birislərdə usta onun içindəkilər var. Yəni onda 2 var, 5 var, burada da var usta. 2 və 5. Belə deyək də, məsəl üçün 97-ni mən bax A vur B 97 eləməsi üçün, A vur B 97 eləməsi üçün minimum AB neçədən kiçik bərabər olmalı idi? O da neçədir? SQL 97. Kökaltı nədir 97-nin? 9 ilə 10 arası. 9 neçədir? 9. Ondan kiçik. Bu qaydanı bir yax demişdik də, A vur B ədədin özüdürsə, bunlardan ən kiçiyi normalda bunun kökaltısından kiçik bərabər olmalıdır. Məsələn, bir dənə nümunəsi var, 1 vur 97. Bir kiçikdir 97-nin kökaltısından 9-dan. Amma digər nümunələr yoxdur da, çünki sadə ədəddir deyə. Yəni, mən ədədin sadə olub olmadığını bilməyim üçün harasına qədər getməyim kifayət edir? Bu ədədin nə altınasına qədər? Kök altına qədər də. Yəni, elə kök altına qədər getmək kifayət edir, düzdür? Yəni, mən 97 bu ədədlərə bölünmürsə, onda əminliklə deyə bilərəmmi ki, mən ondan 96-ya qədər heç birinə bölünməyəcək bu. Deyə bilərəm ya deyə bilmərəm? Deyə bilərəm uşaqlar, bu ədədlərə bölünmürsə, deməli ondan 96-ya qədər heç birinə bölünməz. Razısınız? Qəribə oldu, hə?
Niyə elə deyirəm? Məsələn, bir dənə ədəd atıram özümdən. Bu ədəd əgər 12-yə bölünsəydi 97, 97-ni 12-yə böləndə neçə alınır? Lap deyək ki, 8 tam neçəsə. O 8 tam neçəsə, bu ədədlərdən biri... 2. Hə, o 8 tam neçəsə, 8 qalxda bildim, əla. Bu ədədlərdən biri olmalı idi. Yəni mən 97 12-yə bölünsəydi, o birisi tərəfi bunlardan biri olacaqdı. Başa düşdünüz? Aydındır nə deyirəm? Ədədin sadə olub olmadığını hansı hissəsinə qədər gedib tapmaq kifayət eləyir? Ədədin sadə olub olmadığını hansı hissəsinə qədər getmək kifayət eləyər? Kök 6-sına qədər, düzdür? O da ki, bu qaydadan çıxır da. A vur B ədədin özü eləyirsə, bunlardan ən kiçiyi nə olsun? Kök 6-dan kiçik bərabər eləsin. Neynəyəcəyik? Deməli, mən 2-dən kiçikdir n-ə qədər yox. Hansı hissəsinə gedəcəm? Kök 6-sına qədər. I vur I kiçikdir n. Bax, I vur I kiçik bərabərdir. Kök 6-sını biz belə yazıram. Neynə? Tam olaraq. Məsələn, belə deyək. 8 vur 8. 97-dən kiçikdir 8 vur 8. Hara getdim mən? Kiçikdir. Bərabər. 9 vur 9. 97-dən kiçik bərabərdir. Bəli. Hə. Bəs 10 vur 10. Mən xeyr. Böyük eləyir. Onda biz hansı hissəsinə qədər gedəcəm? 2-dən 9-a qədər. 2-dən 9-a qədər. Məsəl üçün 10 üstü 9. Bizdə ən böyük ədəd nə ola bilər? 10 üstü 9. 10 üstü 9-un kök 6-sı nədir? Kim deyə bilər? 10 üstü 9-un kök 6-sı. Neynirdik? 10 üstü neçə ilə neçə arasındadır bu? 10 üstü 4, 10 üstü 5. 10 üstü 4. 10 üstü 4-dən böyük. Mən 4 və olsun 10 üstü 4 olur. Da oldu. Hə, ay sol, hə. Təqribən belə edir, düzdür? 30.000 zat. İndi mən bu qədər, forda bu qədər əməliyyat edəcəm, aydındır? 30.000 neçəsə, hə, indi mən 40.000 yazdım da hər ehtiyata. Hə. İndi mən 40.000-ə qədər getsəm, 13.8-dən 100 milyondan kiçik olacaq da 40.000. Yəni bir saniyədə nə qədər əməliyyat var? Bəli. 100 milyon, 13.8. Bu da 40.000-dir. Deməli bu tez işləyər, yoxsa gec işləyər? Tez işləyər də, düzdür? Bəli, tez. Bildiniz niyə kök 6-ya qədər getmək kifayət eləyir? Çünki mən bu ədədlərdən A vur B-dən ən kiçiyi mütləq kök 6-dan kiçik bərabər olmalıdır mütləq şəkildə. Çünki ikisi də kök 6-dan böyük olsa, bu ədəddən hasil böyük olacaqdır. Yəni 97-dən bax 2 dənə ondan böyük ikisi də ondan böyük bərabər ədədin hasili 97 ola bilər. İkisi də ondan böyük bərabər ədədin hasili 97 ola bilər heç? Yox. Nəyə görə? Çünki bunların hasili elə 97-dən böyük eləyir. Bu ədədlərdən hər hansı birini artırsan, cavab yenə də 97-dən böyük olacaq deyə bu 97 elə bilməz heç vaxt. Başa düşdünüz nəyə görə sübut necə elədik? Bir yaxşı ki, məsələn, kopyası da elə. Aydındır? Əgər 2-dən kök 6-sına qədər hər hansı birinə bölünürsə, deməli nədir bu? Mürəkkəbdir. Əgər bölünürsə. Və proqramı bitir, mürəkkəb olduğunu tapdım. Fordan sonra da yes yazıram. Fordan sonra yes yazmaq nə deməkdir? Heç birinə bölünmürsə. Gəl atıb yoxlayaq kodu. Keçdi kod. Aydındır bu çox sürətlə işlədi. Bax 1 ms. Gör nə yazmışdı o zaman limitində? 1 ms. Çox sürətli. Halbuki bu yaxşı kod 1000 ms idi. Çünki nəyə qədər on idi. Bax bunun zaman limiti on'dir. On niyə deyirəm sizə? Nə qədər əməliyyat elədim mən burada? N dənə. N dənə. Bunun zaman limiti nədir bəs? O nə? Kök 6 SQRT, yəni o SQRT. Aydındır SQRT də bunun zaman limiti. Müəllim dərsin videosunu atarsınız. Hopa. Hə, bunu yükləyib o qrupa ataram mən. Aydındır bugün keçdiyimiz dərs. Bunun davamı da olacaq. Çünki o birisi zaman limitləri. Bəli. Kimə aydındır? Bir dənə qaldıma deməsinə də baxaq. Keçdiyimiz məsələlər. Qəşəng. İşlədiyimiz məsələdə yəqin ki sualınız yoxdur. Yeni yarış əlavə eləyəndə, yarışı mən əlavə eləyəcəm. Qrupda sizin olduğunuz Azisel Cup qrupunda görsənəcək. Qrupda da yazacağam. Əlavə elədiyim yarış hansı məsələlərdirsə. Linkini atacağım da, yəni yarışın, elə deyirəm. Hə, rekordu da ataram. Növbəti dərsimizdə 2 gün sonra olacaq. Elə bunun davamı olacaq. Sualınız yoxdursa da sağ olun uşaqlar. Sağ ol müəllim. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ ol. Sağ olun müəllim. Sağ ol. Sağ ol.